Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hörmətli futbol həvəskarları. IQ Sportsun media layihəsi Xırdalan 00-ın sponsorluğu ilə, eyni zamanda Topaz Fan Klubunun sponsorluğu ilə tura baxış verilişinə baxırsınız. Yenə də qarşınızdayıq. Bilirsiniz ki, bu fasilədən yararlanıb Azərbaycan futboluna töhfəsini verən əfsanə şəxsləri dəvət edirik. Ötən buraxılışımızda Vüqar Nadirovla birlikdəydik. Bu dəfə isə Azərbaycan futbolunun, müasir Azərbaycan futbolunun ən parlaq nümayəndələrindən biri. Milli komandamız və Azərbaycan futbolunda sağ müdafiə deyəndə ilk olaraq ağla gələn şəxslərdən biri Mahir Şükürov. Neftçinin əfsanəsi, milli komandamızın əfsanəsi, başqa-başqa klublarda da oynayıb, Xəzər Lənkəranda da parlaq karyerası olub, ölkə hüdudlarından kənarda da təbii ki, yadda qalan karyerası, çıxışı olub. Söhbət Mahir Şükürovdan gedir. Hər vaxtınız xeyir olsun. Mahir, xoş gördük. Təşəkkürlər dəvətimizi qəbul eləmsən. Ruslanın da əlavə tanıtma ehtiyacı yoxdur. Ruslan, səni də xoş gördük. Xoş gördük, xoş gördük. Bunsuz olmur. Bunsuz olmur. Xırdalan 00 bizim sponsorlarımızdan biridir. Və digər sponsorumuz Topaz Fan Klub barədə də qısa məlumat verim, keçək söhbətimizə. Həm legalda mərc edib, həm də bonus qazanmaq artıq çox sadədir, rahatdır. Hər 1000 manat depozitə görə 15 AZN hədiyyə istəyirsənsə, odur ki, Topaz Fan Klubunun mobil tətbiqini yükləməlisən və hər depozitdə 244-751 voucher kodunu yazırsan, yığılan bonusları hər həftənin ikinci günü və bəbəy Topazın WhatsApp nömrəsini yazaraq həftəlik dövriyyənizə görə bonusunuzu maaş kimi alırsınız. Əgər hələ də Topaz Fan Klubda qeydiyyatın yoxdursa, 20-1000 manat arası ilk depozitdə Topazdan 15% və voucher alarkən 244-751. Həmin kodu da aşağıda görürsünüz hazırda. VBB Pay seçmisinizsə, VBB Topazdan əlavə 10%, ümumi 25% bonus qazana bilərsiniz. Təşəkkürlər sponsorlarımıza və artıq başlaya bilərik. Necəsən Mahir, nə var, nə yox, nə işlə məşğulsan? Çox sağ olun. Darıxmışdıq sənin üçün. Verilişinizə çağırdınız məni. İzləyirdim sizi də TikTokda, Ruslan da. Qavağına çıxırdı da. Hə, tez-tez çıxırdım. Mən də baxırdım, gülürdüm, eləyirdim. Verilişiniz uğurlu olsun inşallah. Çox sağ ol, çox sağ ol. Gələcəkdə istədiyiniz kimi olsun hər şeyiniz. İndi hazırda nə işlə məşğulsan? İndi hazırda futboldan uzaqsanmı, yoxsa qayıtmaq fikrin varmı? Hansısa bir vəzifədə məsul şəxs kimi və yaxud özünə maraqlı olan bir... Yox, mən məşqçi kimi həmişə demişəm ki, məşqçi kimi işləmək istəməmişəm heç vaxt. Ona görə ki, məşqçi kimi işləyən olsaydımsa, gedib zamanında, vaxtında kateqoriyanı oxuyaq. Ona görə biraz... Ola, bunu partladı. Yaxşıpsınız da. Biraz bu kateqoriyanı deyəndə biz insanlarda biraz iki dənə fikir yaranır. Deyir ki, mahir iş eləmək istəyir. Mən həqiqətən də buradan da açıqlama vermək mən məşqçi işləmək istəmirəm. Normal bir şeydir. Bəli. Bütün futbolu qutaranlar məşqçi ola bilməz. Əlbəttə, mənim də elə bir şey deyim də, bu dediyim odur ki, məsələn, Ruslan məşqçi işləmək istəyirsə, mən işləmirəmsə, burada heç bir problem yoxdur. Ona görə də mən başqa sahədə özümü yoxlamaq. Məsələn, başqa sahə deyərkən Mahir, bax, idman direktoru var. Məsələn, stadionun, qazonun, ot örtüyünün yaxşılaşdırılması istiqamətində mütəxəssislər olmalıdır. Azərbaycan futbolunun çatışmayan yerlərindən biridir məsələn. Bəli, bunların hamısı. Seleksiya. Bəli, məsələn, milli komandalarda, yaş qruplarında, milli komandanın özündə, bir günləri milli komandada, yaş qruplarında özümüz də görürük ki, çatışmayan cəhətlər çoxdur. Ona görə də bütün oyunlara, milli komandanın yaş qrupları zbora yığılırsa, ən azından köhnə, məsələn, futbolçulardan ora cəlb edilməlidir ki, həmən uşaqlarla, həmən o gənc futbolçularla zbor vaxtı, oyun vaxtı öz tövsiyəsini versin. Çünki qardaş, bax, siz bu etapı keçmisiniz. Vaxtı ilə keçmisiniz. Uğurlu, uğursuz şəkildə, sıx mehriban şəkildə, birlik nümayiş etdirərək bu yolu keçmisiniz siz. Bəli. Hansı yollardan keçmisiniz? Yəni sizin Azərbaycan futboluna töhfəniz olub. Sənin də, Ruslanın da, digərlərinin də, adlarını, soyadlarını çəkmədiyimiz digər futbolçularımızın da. Yəni sizin haqqınızdır ki, Azərbaycan futbolunda bundan sonraki dövrdə də işləyəsiniz. Gələcək nəsillərə, futbolçu olmaq istəyənlərə siz nələrisə çatdıra bilərsiniz, öz təcrübənizi, praktikanızı aşılamaq baxımından. Əlbəttə. Yəni oradan-buradan legioner, əcnəbi gətirməklə Azərbaycan futbolu qalxmayacaq, düzəlməyəcək qardaş. Bax, görmüşük də, bunların hamısını özümüzdə görmüşük. Gələn legionlərin hamısı, istər Bert Foxun vaxtında da olsun, Lippert gəldi. Neçə il aşağısı? Neçə ildə oldu? 11 ilə yaxın bütün milli komandaları idarə edirdi. Amma heç bir nəticə də olmadı, heç bir irəliləyiş də olmadı, daha da geriyə getdi. Ona görə də bu Azərbaycanda Azərbaycanlı köhnə futbolçulardan işləməlidir ki, istəyir mən, istəyir Ruslan, istəyir orada
milli komandalara getməyən futbolçular var ki, O işləməlidir. qədər Bəli. var şansı ki, bu dəqiqə işsiz qalıb. Ki həmin o məsələn milli komandada oynayan futbolçular bizləri görüblər. Nəyə görə? Yəni, düzdür, əgər bizim də vaxtımızda istəyir YouTube-u, istəyir Instagramı olmasaydı, bizim də oyunlarımız orada olmazdı. Məsələn, indi götürəndə bizdən qabaqki köhnə nəslin oyunlarını elə də məsələn də İzləyə bilmirik. İzləyə bilmirik. Videolarını görə bilmirik. Görə bilmirik. Amma bu məsələn bu uşaqlar biz oynayan vaxtı biz də olmuşduq. Biz oynayan vaxtı stadion qırağında istərsəməz top verirdilər bizə. İndi biz gedib onların iclasda onlarla bir söhbət eləyirik. Onların da həm xeyrinədir, həm bizi nə məsələn fəxrlə qulaq asa bilər. İstər-istəməz bizim danışanda o bizə məsuliyyətlə yanaşacaq. Məsuliyyətlə qulaq asacaq. Nəyə görə? O biləcək ki, biz futbol oynamışıq ən azından. Oturub da orada biz danışanda telefonla orada qurtaramayacaq. Elədir. Ona görə də belə şeyləri lazımdır. Yoxsa mən gedim qıraqdan gətirim soxum ora, bu gəlsin, vaxtın keçsin, maaşını alsın. Yenə də eyni sözlər şey olacaq. Plus sən sözünə qüvvət, Mahir. Məsələn də ola bilər kimsə qıraqdan gətirsinlər, bizdən daha yaxşı bilsin. Normal bir şeydir, ola bilər. O müvəqqəti bir dövr üçün. Həmin o sən indi deyirsən, məsələn sən məşqçi kimi istəmirsən çalışmaq, məsələn sən özünü o şeyə soxmaq istəmirsən də həmin o şeyin altına. Çünki fikirləşirsən, deyirsən ki, sən məşqçi kimi hansı ki oynayan vaxtda çılğın idin, emosional idin, dalaşırdın, vuruşurdun. Məşqçi kimi bilirsən ki, bəlkə də fikirləşirsən, girib hansısa oyunda bir məşqçi kimi idarə eləsi olsan, beyin sönəcək. Futbolçunu şapatlayırsan. Orada şapalan qoyasan, kimisə qulağını dönmək. Ya məsələn infarkt tutacaq, ay ürəyim xəstələnəcək, o məşqçiləri görürük də. Nerv stres, futbolçu kimi olduğum vaxtında, sonra məşqçi kimi işləyəndə, mən indi cavan məşqçiyəm də. Oynayan vaxtı gəlirdik, məşqimizi elədik, əvvəlcədən məsələn yarım saat, 1 saat girirdik fitnesə, nə bilim, nə oradan hazırlaşırdıq, məşq olurduq, tutardı, əynini geyindin, çimdin, çıxdın, getdin. Amma məşqçi görsən qalırlar otağında, yazır, sabahçı günü məşqini yazır. Çünki tək özünə cavabdeh deyil, bütün komandaya. Yəni deməyim nədir, o Mahir indi deyir, məsələn mən məşqçi kimi istəmirəm. Başqa məsələn idman direktoru kimi. Niyə də məsələn başqa komandalarda hansındakı xarici gəlir, ona şansı verirsən 1 il, baxırsan görürsən bu inkişaf eləmədi. Söhbət olur. Və həmin o şeyə məsələn bir şansı Mahirə də. Mahir 1 ildən sonra baxaq görək sən nə işlər gördün, yaxşı şeylərlə yadda qaldınsa, niyə də qalıb təzədən davam eləməsin? Və yaxud da çıxardacaqsansa işte Mahiri və yaxud da məni kimisə. Deyəcəksən ki, qardaş, bax mənim əlimdə kozurum var. Mahir, sənə 1 il şans verdik. Bu işin içində sən məsələn özünü doğrulda bilmədin. Bundan sağ ol. Ondan sonra Mahir özü deyir, olmaz, məsələn, çox da deyə bilməz. Sən mənə bu şansı verməyəndən sonra, mən o əlimdə o şey olmayandan sonra ixtiyar. Mən gəlib harda özümü göstərim? Mən harda göstərim? Mən gəlib harda özümü? PlayStation-da göstərim. PlayStation oynayan neyini məşqçini eləyim? Söhbət odur. Yəni biz sənə o qədər şeylər var ki, danışılası. Mahir, Azərbaycan futbolunu, indiki Azərbaycan futbolunu 3 sözlə, ifadə ilə canlandır, təsvir elə. O şeydə deyir, hicran tamaşasında təsvir elə. Azərbaycan futbolu. Sözlə inanmıram. Sözlə onu deyə bilərəm ki, Azərbaycan futbolu geriyə gedir. 4 oldu, amma ev yox olsun. Geriləyir. Geriləyib. Milli komandamız Santuş gəlib. Nə qədər demişik Santuş kimlərə niyə pul veririk qardaş? Niyə milyonları tökürük onun boğazının yoluna, yemək formasında, su formasında? Sabah bürsün desə Azərbaycan ona maraqlıdır. Çıxıb gedəcək, pulun qazanacaq, təzminatını da alıb çıxıb gedəcək. Maraqlıdır. 10 oyun keçirib bu adam, bir dənə qələbəsi yoxdur. 2 dənə də yoldaşlı oyun oynadıq. Rigada, Latviya ilə qolsuz bərabərlik, düzdür. Bakıdakı oyunda Macarlarla oyunda pis oynamadıq. İndi baxmısınız. Bəli. Pis deyildi, yaxşı idi. Məşqçi də dedi, futbolçular da dedi. Döyüşdük. Amma qardaş yoxdur da, yəni hamımız düşür Santosun üstünə. İndi onu bura gətirən insanlar da məsuliyyət daşımalı. İlk növbədə onlar məsuliyyət daşıyır. Bəli, ilk növbədə biz hamımız Santos. Məsələn, onu gətirən bura istər meneceri olsun, istər indi rəhbərlikdən kimlərsə gətiribsə, məsələn, onlarda da məsuliyyət var. Santosun özü mən belə onu düz deyim, indi məşqçi kimi bizim onu. Amma mən onu beləcə güclü məşqçi kimi məsələn dahiyə. Elə də güclü məşqçi saymıram. Nə? Bir Avropa çempionu. Avropa çempionu, o da Ronaldo'nun sayəsində olub. Ondan sonra getdi bu insan materiallarla. Ondan sonra hara gedib qovulub? Getdi Polşaya. Düzdür? Polşada da mən bizim Azərbaycan millisindən, Polşa millisindən məsələn arasında yerlə göyə qədər fərq var. İstər onların oyunçularında, istər reallıqdır da. Lewandowski hamısı oynayırdı. Getdi orada rezultat verə bilmədi. Oradan çıxartdılar. Gəldi oradan Beşiktaşa. Beşiktaşda qovuldu. Beşiktaşda da 3-4 ay işləmədi. Belə götürəndə Beşiktaşda da səviyyəli futbolçular var idi. Orada da işləyə bilmədi. Oradan hələ bir üst səviyyədən gəlib düşmüsən aşağı səviyyə.
Azərbaycan o futbolçularla işləyib onlarla rezultat verəməmsə, gəlib düşmüsən Azərbaycan. Burada vəbşə sən rezultat verəməyəcəksən. Mənim dəmsi çatmayan nədir? Mənim dəmsi çatmıyordur ki, özünə hörmət eləyən məşqçi heç vaxt bizim millidə bu şəraitdə, məsələn, futbolçunun olmadığı bir dövrdə o məsuliyyəti götürüb üzərinə heç vaxt gəlib kontrakt imzalamaz. Götürmək bir yana, yalandan o bəhbəhlə vədlər verirlər. Biz 2028-ci Ona da ildə deyirlər. final mərhələsi. Ona da Sən deyirlər. hansı komandayla necə gedəsən? İsmail inanırsan ona da deyirlər ki, belə sözlər. Bilirəm qardaş. Amma məsələn bizim vaxtımızda da Bert Fox'a da elə deyirdilər. Ki sən çıx orada danış nə deyinən ki, narahat olma 2 ildən sonra, 3 ildən sonra. Topun güllənin, topun tüfəngin güllənin qabağına belə çıxır ki, o qurbanları verirlər də. Bəli. Danışmalı olan adamlar qalır kənarda. Aslan deyir, bu hərdən biz deyirik, biz Bertin Fox'un vaxtında. Biliyorsun insanlar var ki, orada yazırlar da, kommentlər yazırlar. Siz Necə neynəmsiniz? Siz nə oynamısınız gəl, neynəm? Amma biz ən azından heç olmasa da, ən azından vuruşurduq. Uduzanda heç olmasa özümüzdə bir peşmançılıq çəkirdik. İndi bacardığımız o idi. Çıxmırdıqsa Allahın dostunda, hə. İşte dost tanış üçün ha indi düzdür biz işləmirik amma İndi arsızlaşmışıq. ha sən hədə o qədər şey eləmişik ki, Yəni futbol ictimaiyyəti olaraq arsızlaşmışıq. Həm alışmışıq, öyrəşmişik, vecimizə döyür. Yaxşı bu mini Vaksini elə yeridiblər ki bədənimizə artıq yəni normal baxırıq da məğlubiyyət. mini futbol biraz deyilənlərdir. biraz sonrası yaddan çıxartdı amma bir gün özümüz də görürük ki, mini futbolla indi böyük futbolun arasında çox fərq var da. Abi gedirik. Mən inanırsam bəlkə də bu Latviya var ya bu. Biz veteranlar yığılsa da gəlib Latviyanı udardıq o. Zarafat elə. O vaxt Latviya ilə oynayanda fikirləşirdim ki, Latviyanı evdə udacağıq. Yəni variant yoxdur. Səfərdə də gedib məsələn heç eləyərik də. Yaxud da elə bir rəqib idi ki, bu Pribaltika ölkəsi. Qardaş 119-cu yerdəyik bir dəqiqə. Bizim vaxt göstər ona gələcəkdir. Bizim vaxtımızda 89 idi, 90 idi, qalxmışdıq ya. Prasnitskin vaxtında bir qədər də yaxşı oldu. Gəlib düşmüşdük o yerə. Gör üstündən keçib gəlib biz arxaya gedirik. Yəni bayaq əbəs yerə demədin də Azərbaycan Mən onu deyirəm, indi birazdan baxacaq Bangladeshdən gəlib keçib bizi. Banka qoya cavab. Qardaş, deyirlər ki, futbolumuzu lağa qoyursunuz, nə bilim, məzələnir. Qardaş, neynəyək? Yaxşı. Sən demə, mən deməyim, tənqid eləməyək. Təhqirsiz danışırıq da, AFFA-dı tənqid eləyirik. AFFA-nın işinə tənqidi yanaşmamızı, fikirlərimizi bildiririk. Qardaş, nəsə bir şey əncam çəkmək lazımdır. Azərbaycan futbolu necə qalxsın? İllərdir, 30 ilə yaxındır. Mahir, sənin olduğun dövrdə də, Ruslan, sizin dövrünüzdə infrastruktur uşaq futbolu, infrastruktur uşaq futbolu. Bu şeyi deməkdən dilimizdən tüy çıxıb. Yəni, amma ortada bir şey yoxdur. Siz niyə? Bax, bilirsiniz, bir valideyn də gəlir məndən soruşur ki, filan yerdə məşqçi var, uşağımı ora qoysam nətər olar? Məsələn, adın deyir, deyir amma mən tanımıram. Sonra mən araşdırıram. O nə bilim qurban vallahi. Biri zapravkada işləyib gəlib indi, uşaq götürüb məşqçiyə keçir. İndi sən də Biri o qədər. Bildin nə demək istəyirəm sən? Uşaq futbolunda futbolun içindən nə qədər ki futbolçu çıxıb işləməyəcək, ona görə uşaq futbolunda inkişaf olmayacaq. Və uşaq futbolunda işləyən məşqçilərə də yaxşı pul verilməlidir də. Əlbəttə. 500-600 manat işləyən məşqçi uşağı nə öyrətsin? Necə yandırsın, yox? Söhbət var, indi Mahir onu düz deyir. Var sözünə qüvvət var. Mən indi özüm fərdi məşq keçirəm də Mahir, düzdür. O uşaq topu aparır və yaxud da o fərdi məşqlərdə keçdiyimiz şeylərdə oyunun içində nə baş verəcək situasiya var ha. Məsələn, bax hansısa bir küncdə tutaq ki, sağ zaşitnik gəlir, müdafiəçilərlə ayrı işləyirsən. Hücumçudursa məsələn hücuma mövqe üzrə nə eləməlisən? Məsələn, mən sağ zaşitnik oynayır uşaq. Deyir ki, ay müəllim, bax mən burada topu qəbul edirəm, mənim üstüm oyunçu pressing edir, çıxır. Mən oyunda deyir təntirəm, bilmirəm, elə bir topu itirirəm. O uzun mənim elə bir mənim çörəyimdir, sənin çörəyində hansı ki biz sağ mövqedə oynamışıq və bu situasiyaya minlərlə girmisən, sən uca əvvəlcədən bilirsən ki, bu top buradan sənə verəcək bunu. Sən uca əvvəlcədən bir addım qabağını fikirləşirdin ki, bax mənim buradan sırası pas gələn kimi sıxacaq. Mən uca gələn kimi bir toxunuşla verəcəm, Stenk oynayıb qaçacaq. Başa düşürsən? Oyunun içində baş verə biləcək situasiyaları başa salmaq lazımdır fərdi. Ani qərar qəbul eləmək. Tez qərar verirsən. Çünki sən topu saxlayacaqsan, başını qaldırıb baxacaqsan, qəbul edəndən sonra boğub əlindən alacaqlar. İndi də Mahir demişkən, o qədər bu məşq keçənlər var. Mənə də deyirlər, Ruslan müəllim, mən uşağımı sizin yanınıza gəlmişəm. Əvvəllər amma məşq edib, nə bilim, falan, nə bilim, Real komandasında, falan kəs müəllim. Deyirəm, harda oynayıb müəllimi? Biz elə bir köhnələr,
Elə bir öz yaşımızla baxırıq və yaxud da Ən azı biraz bilirsiniz zaman də, hansı komandada tanıyırsınız, oynayıb. eşidəndə Yox, bilirsiniz. heç harda oynamayıb. Hə. İndi bilsən nə edirlər? YouTube-dan, Instagram-dan, TikTok-dan gedin bu dəqiqə götür sən də bir dənə oradan bir dənə proqrama bax. Gəl. Və yaxşı, bax valideyn Məşq öz gör. uşağını, övladını necə həvalə eləyir o məşqçilərə? Çünki qalır valideyn patamdartda, deyir elə evimə yaxın olan. Yaxın, rahatlığına görə. Orada elə patamdart aparıb başqa başqa. Şəfaya mənim yanıma gətirib aparmağa deyir məsələn uzaqdır. Ya Mahir müəllim özü, Mahir Sumqayıtda tutaq ki, akademiya açıb. Özü keçir məşqi. Tutaq ki, Mahir Şükürovun akademiyası. Sumqayıtda keçəcək məşqi, Sumqayıtlar gələcək bu yana. Aysin. Çünki tanıyırlar, bilirlər. Bu futbolun içində olub qardaş. Həmin o şeyləri, o futbolun sirlərini heç məşq keçə-keçə yox ha. Belə oturub uşaqla 5 dəqiqə, 10 dəqiqə danışa-danışa o uşağı aşılayıb başa sala biləcək. Amma o şeylər hansılar ki, YouTube-dan baxım, ayda fərdi məşqdə yaxşı pul var və yaxud da yaxşı nəsə pul qazanırlar, nə bilim neçə minlərlə pul qazanır. Hamı belə fikirləşir beynində. Elə yoldan keçən gedir stadion danışır, elan vurur ora, nə bilim azart, məsələn, falan kəs, nə bilim, heç demirəm da. Elə bilirlər yeləsib, qoz tökülüb, elə hamında qaçır. İki nəfər gəlir, YouTube-dan baxır, məşqi keçir, valideyn gəldi ki, ayda nə yaxşı məşq keçir bu. Elə uşaq da nədir oradan elə fişkaları düz ora koordinat çəkir, topun arasından belə apar, elə məşq alınır da o. Sumqayıtda baxırsan, ha yerindən duran, stadionlarda yer də yoxdur. Baxırsan yerindən duran, hər bir dənə şkol açıb, məşq keçir. 1 saat məşqə, 1 saat sən uşağı nə öyrədəcəksən? Patoloqa biraz o, sən bunu razımikaya elətdirməlisən. Düzdür, arası bir 10-15 dəqiqə razımikaya gedir. Plus sən buna bir pas öyrətməlisən, video eləməlidir. Qapıya udar eləməlidir. 3 dənə şey versən gəldi 1 saat oldu. Sən ona nə məşq edəcəksən? Söhbət də sən Əksəriyyəti isinmə hərəkətləri olmadan top atır ki, gedin oynayın məşq. Söhbət də ondan gedir ki, şimdi Mahir'in sözünə qüvvəti. Onların hamısının hazırlayıcı hissəsi var. Amma bir dənə məşqçidir, eşsən mən. Həm uşaqlara məşq keçir, həm qapıçıya məşq keçir. Bu elə bir universaldır. Oradan da bir dənə zəng. Həm də yemək bişirir. Saçımı qırtdırmağına. Uşaqlara yemək bişirir. Hə. Sonra bir də zəng gəlir ki, qardaş mən salonun qabağında bu saçımı qırtdırmağa gəlmişəm. Buradan çıxıb gedəcəm baş qırxmağa. Yəni hər şeylə məşğul olurlar. Mən burada uşaqların yanına, elə müəllimlərin yanına aparmayın. Ay valideynlər. Konkretni uşağın inkişafını istəyirsinizsə, mənim yanıma Ruslanın yanına aparmayın. mənim yanıma gətirmə. Uşağımızın yaxşı futbolçu olmasını istəyirsə, Ruslanın da yanına gətir. Anti-reklam eləmə. Mənim yanıma gətir. Anti-reklamın özü də reklamdır qardaşım. Anekdot var bir dənə. Elə mənə lazımdır şeydir. O yadıma düşdü. Mənə yanıma gəl. Yəni bilən adamın yanına gətirin, aparın. Uşaq çünki futbolun içində pişən, futbolun sirlərini bilən fərq etməz adından. Vallahi əgər oynayıbsa, özü pişibsə, ola bilər zədələnib, karyerasını davam edə bilməyib. Amma baxırsan ki, bu adam futbolun içindən gəldi, amma elə adamın yanına aparmaq lazımdır ki, çünki uşaq futbolundan təməldən siz ona nə öyrədəcəksinizsə, bu A4 vərəqində ağ. Sən orada plamasterlə, ruçka ilə nə yazacaqsansa, qardaş, uşağın beynində də o qalır. Bizdə elə ki, məktəbləri var ki, onun stadionu yoxdur. Baxırsan ki, qumluqdur, kələ-kötürdür. Məsələn, idman dərsində elə şeyləri düzəltmək lazım. Ən azı heç olmasa orada stadion olsa, idman dərsində o uşaqlar orada çıxıb futbol da oynayacaq. Hamımız oradan çıxmışıq da, əzizim. O vaxtı gəlirdilər, baxırdılar məktəbdə, keçərdə, məhəllədə, baxırdılar məktəbdə, oradan götür. Düzdür, bizim vaxtımızda elə də şərait olmasa, amma o vaxtın uşaqlarında istedad var idi. İndi də var. İstedadlı oyunçularımız həmişə olub, Mahir. İndi də var. Mən bir də şey deyirəm. Bundan sonra da olacaq. Fikrimdir də, bu mənim öz fikrimdir. Məncə, məsələn də bu valideynlər var ki, uşaqlarını gətirirlər məşqlərə. Mənə elə gəlir ki, valideynlər uşaqların dalıca gəlib məşqdə izləməsələr, çox dağlarca müdaxilə edirlər məşqin işinə. Bəli. Onu Ruslan keçində demiş. Biz məsələn, bizim vaxt mənim valideynim gəlməyib şəxsən. Mən uşaqlıqdan məşq elədim. Gəlsə pis olmaz əslində. Yox, mənə gəlsə gəlib müdaxilə eləməsinlər. Nə qədər mən deyim də, sənin elə futbolçular var ki, adlarını çəkmirəm, onu biz görmüşük də. İndi o bizim oynayan vaxtı, o uşaq məsələn bir dənə fint eləyir, bir dənə qapıya udarı vurur. Baxır tribünləşə görün valideyni oradan necə nə deyəcək, yaxşıdır, yoxsa deyəcək pisdir. Ona görə deyirəm ki, valideyn uşağı azad buraxmalıdır ki, o uşaq özünü yetişdirsin, gələcəyə hazırlasın. Əgər o valideyn gələcəyə, uşağın fikri bilsə necə olacaq? O valideyndə olacaq. Məsələn, o məşqdir, düzdür? Biri vuracaq onu, ayağını tutacaq, valideyn oradan deyəcək ki, yavaş oyna da biraz uşağıma qarşı. Oradan şey olur da. Senin valideyn oradan deyəcək, nə olub, futboldur da, vurdu da. Burada valideyn bir-birinlə dalaşır. Mənə elə gəlir ki, valideynlər uşaqların rahat buraxır. Həssas və çox yaxşı bir mövzudur. İyi, onun o bir tərəfi də var. Hansı ki, məsələn, uşaq əla uşaqdır. Tutaq ki, fint eləyəcək, oyunda eləyəcək, baxır belə qırağaşı görüm necə elədim ata.
Bir də var ki, uşaq məsələn hansısa bir oyunda ola bilər bir dənə nəsə səhv eləsin. Valideyn oradan ver bax. Sağ deməmişəm oradan pas vermə ki, evi oradan düz Köpək oğlu. verdinə. Köpək oğlu. Köpək oğlu. Bu beyni qalır oradakı ayda bir dənə də səhv Sındı, qırıldı Oradan qaldı. məşqi qışqıracaq. İpruç yuxarıdan da dədəm oradan mənə şey eləyəcək. İndi görərsən, evə gələndə görsən başqa nə oynasam. Başa düşün, uşaq yazıq uca dızıtdı, qaldı beləsinə ki, mən nə oynayım? Bildiyi də yadından çıxır. Bildiyi də yadımdan çıxır. Ki, müəllim hara qaçım? O vaxt bizdə deyirdi, qabağa qaç, dala qaç, qoşun eynə. Ardından qayıdı ki, hara qaçım? Hara qaçım? Qayıdı ki, evə qaç. Adam maşallah elə bir ki, valideynlər hamısı indi bizə mütəxəssis kimidir. Ay sağ ol. Məşqçi eləmə çox Hə, bilirlər. məşqçidir qabağa gedib, valideyndir arxaya qayıt. Özünə götür, Adam- özün elə. Götür, pas vermə, özün həll elə. Tribuna da neşdə. Arşım alalanda oxuma qalıb arada bilmə nə. Mövsümlə bağlı fikirlərini eşidək, daha sonra keçərik digər məsələlərə. Yəni bu hamı qabaqsından bilir ki, Qarabağ çempion olacaq. Amma Qarabağ indi götürsək, biriləri Zirə komandası belə götürsə Qarabağ olmasa Zirə çempion olur. Qarabağ qoysa qırağa. Bu da Rəşad Sadıqovun. 70-dən də artıq hal yığdılar. Bəli, Rəşad Sadıqovun uğurudur. Həqiqətən də Zirə komandasını alqışlamaq lazımdır. Biriləri Araz Naxçıvanla Turan Tovuz həqiqətən də Tovuz getməsə də bu Avrokuboklara, amma həqiqətən də Azərbaycan çempionatında bir rəng qatdı. İstər ev Qurban Berdiyeva. Bəli, Qurban Verdiyevi, sonra köməkçi Yunus Hüseynov gətirdilər. Ruslan Abuşov dostumuz da oradadır. Bu çox sevindirici haldır həqiqətən də. Həm Tovuzun sevindiricidir. Azərkeşlər baxırıq ki, elə ən çox oyunlara gəlir. Bəli. Tovuzdadır. Ona görə də o bir illəri əsas onların fikri o idi ki, indi getməsələr də, əsasdır ki, komanda gələcəyə bunlar yatırım hesablanan bir komanda. Hesablanan. Ona görə ki, Bakıda da bazı açıblar. Stadionları da təbii ot örtüklü olacaq. Çox düzgün iş gedir orada. Ona görə dəstəkləyirəm mən də onları həqiqətən də. Eşq olsun ehtiram müəllimə. Yəni bu cür iş adamları çox olmalıdır Azərbaycanda. Əlbəttə. Ona görə ki, biz necədir? Ehtiram mənim Berdiyevə hər şeyi həvalə eləyib, onun işinə qarışmır. Bəli. Bax belə sponsorlar həqiqətən də Azərbaycan futboluna lazımdır. Həm xeyir versin, həm maliyyəsini ayırsın və işini də tapşırsın mütəxəssislərə ki, bu işi görün. Ayısın. Yoxsa işi bilməyən gətirib qoyanda o şeyin başına əlbəttə o nə istir eləyəcək. Deyəcək mən olsa bir il vaxt verib belə buranı talayım. İşi bilməyən elə bax neçə ildir bax özün Neftçidə 3 dövr oynamısan. Neftçinin əfsanəsi olmusan qardaş. Neftçinin bu halına baxanda sən istərsən də bir veteran futbolçu kimi əziyyət çəkirsən. Neftçinin Neftçi nə vaxt ardıcıl 2 il Avrokuboklardan kənarda qalıb. Neftçinin pis dövrləri olub, gedən vaxtında da olub, nə bilim ondan sonra 1-2 dövrdə də olub. Amma bu uzun müddətdə olmayıb da qardaş. Bu çempionluq bir kənara qoyduq bir qırağa. İndi Qarabağın hegemonluğu var. Neçə ildə ardıcıl. İndi 2021-ci ildə Samir Abbasov gəldi, çempion elədi, getdi. Yəni Neftçi bununla da bitdi elə bir. Nə üçlüyə düşə bilir, nə Avrokuboklara gedə bilir. 28 milyon büdcə ilə bu komanda heç nə eləyə bilmir. Yəni pullar hara, necə, göyə sovrulur, niyə yenə lazımsız təzminatlar, lazımsız əcnəbilər, lazımsız məşqçilər. Yəni baxırıq ürəyimiz ağrıyır. Deyirik yenə də soymur ürəyimiz. Mən bilirəm ki, sən də hazırda bu vəziyyətdəsən. Kənardan izləyərək. Kənardan izləyirsən, neftçilidən başqa orada hamı işləyir. Məsələn də, bir günlər götürsək, Neftçi komandasında tarix yazan futbolçular var. İstər Elə bilirsən olmusan. Avrokuboka düşmüşəm, çempion olmuşam. Amma biz kənarda Avrokuboklara düşərkən vurduğun qollar. Əlbəttə qıraqdayıq, amma Apoellər. Neftçi aid olmayan insanlar orada işləyir. Sayla saya bilərəm. Əlbəttə eləsin olacaq. Özümüz də görürük ki, 3 aydan bir, 4 aydan bir, 5 aydan bir 5 dənə futbolçu çıxdı. Futbolçu getdi gəldi. Obisi futbolçu gəlir. 5 dənəsi getdi, obisi gəlir. Bu bizə nəyə oxşatdı? Biz Lənkəranda oynayan vaxtı da belə idi. Hər 3 aydan, 4 aydan, 5 aydan bir baxırdım 5 dənə legioner göndərirdilər, 6-sı gətirirdilər. 6-sı yollayırlar, 7-si gətirirdilər. Allah Özünüz də qalmısınız ki, bu nəyə baş verir? Hə, sonra da sən də gətirəndə də bəhanən olur axı. Deyirsən ki, bu futbolçu elə bura uyğunlaşmalıdır. Azərbaycan çempionatına nəyə uyğunlaşmağı? Bu Türkiyə çempionatı çətindir ki, ora hər gələn legioner orada oynaya bilmir. Burada kimi qoysan hansı legioner Təzyiq də yoxdur ki, deyəsən Azərkeşdir. Azərkeş təzyiq elə, oradan nə şikayət eləyir ki, buna legioner. Buna gətirirsən, qardaşım, 10 dənə gətirmə, 5 dənə legioner gətir, səviyyəlisini gətir.
Qoy o həmin o 5 dənə legioner də o Azərbaycanlı futbolçuya da xeyir versin. Azərbaycan O da öyrənsin də, görüb götürsün nəsə. Bəli. Məsələn bizim vaxtımızda biz legionerdən tələb edirdik nəyə görə? Bizim Ruslan da Neftçidə oynayır, mən də oynamışam. Bizim vaxtımızda Stir Flaviniosu, Pertucci soldan oynayırdı. Braziliyanın 21-də oynayırdı. Nice. Samolyot. Zadni Zaşin Mitresk oynayırdı. Mitresk Spartak Moskvadan tutmuş. Mitresk. Mesela ona Bakıda oynamış. Abramidze. Abramidze'nin özü, sonra Vobay'ın özü. Mesela Ramos gətirmişlər ortaya, Kanaris gətirmişlər Napadaşı. Bunlara baxırdın ki, ən azından həmin vaxtda Bəxtiyar Musayev idi bizdə də. Ay sağ ol. Yadındadır gedirdilər bir ay. Gedirdilər Braziliya, Urugvaya, Çiliyə, oradan seçirdilər, gətirdilər. Bilirdin ki, gözlə baxıb gətirirdilər də. Bunlar komandanı istəyirlər. İstəyirlər ki, bayaq dedin Neftçili. bəli. Bunlar komandanı istəyirlər deyən, ona gedib səviyyəli liginə gətirirlər. Abi indi Neftçidə heç Neftçili yoxdur. Vallahi kimin deyirlər, ad bilmirsən hardan gəlib, neyini. O əlbəttə o Neftçini istəməyəcək. Prosta burada yazıq azarkeşləri olur. Sağ olsun Neftçi azarkeşləri yağışda, çamurda, qarda buradan gedirlər səfərə, səfərdən öz hesablarına gedib gəlirlər bunlar. Bizim vaxtımızda biz Neftçidə oynayanda ən azından onlar o yağışda, qarda gələndə heç olmasa baxırdılar ki, biz mübarizə aparırıq, oyunudur. Ona görə də onlar heyfsilənmirdilər. Bax indi meydana gələn azarkeşlər o ruhu görmürlər. Neftçi futbolçularında o deyirsən can qoyurduq. O can qoymanı, o ruhu görmürlər futbolçularda. Sən indiki futbolçuların bir dənə bəxti gətirib ki, futbolçu qıtlığı var, Azərbaycanlı futbolçular. Rəqabət yoxdur. Rəqabət yoxdur. Bizim vaxtımızda rəqabət vardı, Azərbaycanlı futbolçulara çox idi. İməşçi də fikirləşirdi ki, sənin sözünə qüvvət. Ki, bu oyun görən kimi oynadım. Soldan Bertucci'ni qoyum, yoxsa Alessandro'nu qoyum. Ortaya məsələn Ramos'un yerinə Ramos var idi. Nə bilim, Georgievski var idi. Oradan nə bilim Abuşovu qoyum, Ramos'u qoyum, bunu qoyum, bunu qoyacam, bu. Qalırdı məşqçi belə. Çünki bunu dəyişəndə sistem dəyişilmir. Oyunun üslubu dəyişilmir, keyfiyyət dəyişilmir. Çünki əlində bir mövqeyə ən azından 2 dənə elə keyfiyyətli oyunçu olurdu ki, məşqçi yazıq da əziyyət çəkirdi. Sertakanov elə Mahir oynayırdı, tutaq ki, Allah eləməsin, zədələnirdi. Fikirləşirdi, məsələn də mən oradayam. Ruslanı buraxacam, Ruslan ondan geri qalmayacaq. Başa düşdün? Elə eyni axarla da gedəcək. İndi amma məsələn, mən bilirəm ki, mənim mövqeyim budur, mənim mövqeyimdə də kimdir, kimi çağıracaqlar, maksimum bu olacaq. İstədiyim kimi məşqimi edirəm, istədiyim kimi dincəlirəm, istədiyim kimi o məsuliyyət o dərəcədə daşımırsan ki, bu yerdə yəni mənəm də bir nömrə faktdır ki, mənim dalımla, boynumun dalında nəfəs alan yoxdur ikinci kimsə. Ona görə də tam rahat olursan. Udanda, zəif oynayacaqsan yenə də mənəm. Yenə də mənəm. Hayır, bəs yaxşı bu nədir problem? O deyir, bax mən də dedim. Deyirsən istedadlı oyunçularımız olub. İndi də var da, bundan sonra da olacaq. Azərbaycanda istedadlı oyunçular həmişə olub. Tarixən olub. Yox, mən zəif. Yanaşmamız düzgün deyil. Hətta bu yanaşma da necə yanaşmalıyıq? Hətta o bir müddət bir fikir formalaşmışdı ki, milli komandamızın indiki heyətində olan futbolçular əvvəlki dövrlərlə müqayisədə ən yaxşı futbolçulardır. Bilməm, razısan bu fikirlə yoxsa yox? Belə götürəndə, bir ölçüdə götürsək, 2 dənə istedadlı futbolçu var da, belə təhvil. Mahmudov. Yox, Mahmudov indi, Emin Mahmudov, bax, hamı deyir, düzdür, Emin hamısının hörməti var. Amma biliyorsan müqayisə edirlər. Emin Mahmudovla, Yunisi, Mahmud Qurbanov, Emin Mahmudov, Yunis Hüseynov. Emin Quliyev kimi futbolçu, Emin Mahmudov seçərsən, Emin Quliyev seçərdin, Aporni kimi. Bax indi sən onu deyirsən ha. Bax indi Emin Quliyevi məsələn indiki cavanlar heç tanımırlar da, bəs tanımır. Ortada məsələn Vidadi Rzayev var. Vidadi Mahmudla Vidadi olan yerdə mən inanmıram ki, kimsə Emini oynadardı. Hansısa bir çempionluğu oynayan komanda köhnələrdən elə belə ortaya gətirirlər. Deyirlər orta oyunçu kimi qoy görə 2 dənə məsələn apar. Deyirlər ki, məsələn Vidadi Rzayevlə Mahmud Qurbanov. Dalında da biraz müdafiəyə meyilli məsələn Emin Quliyev deyirdi nəfsə o. İndi onların arxasıca gəlir indi yaxşı. Rəşad Sadiqov hansını oynadardın? Rəşad Sadiqov ortada indi adam üstə Allah var da. Hələ Bəxtiyar Musayevin özü. O da yaxşı futbolçu. Adam üstə Allah var. Sözünə qüvvəti, yəni o köhnə dövrdə oynayanlarla indikiləri, cavanları onu görməyib və yaxud tez unudan nəsil indiki. Əlbəttə biz başa salmalıyıq ki, ay qardaş, bizim filan kəslərimiz olub. Mahir Şükürov məsələn denən 10 il bundan qabaq tutaq ki, Mahir oynayıb qutarıb indi karyerasını da. İndiki cavan uşaqlara ki, məsələn 13, 14, 15 yaşlı uşaqlar millimizdə indiki uşaqlardan danışanlardan hindikiləri tanıyır. Nə bilim desən ki, tutaq ki, Rəşad Sadiqovu tanıyırsan, ya Mahir Şükürov, bəlkə də kimsə tanıyacaq.
Onundan ikisi Ulan üçü kasıb da tanıyacaq biz qardaş. təbliğ eləməliyik, göstərməliyik, başa salmalıyıq. Ay uşaqlar, bax bunlar deyil, bizdən qabaqlar da olublar. Baxın, Bu hadisə gördün 2 dənə misal çəkdi. Emin Mahmudov yoxsa Mahmud Qurbanov? Onu müqayisə eləyənlər Adil düzgün Rzayev, sual yaxud vermir də. Hərəsinin kimi özünün seçərsən? dövrünə görə qardaş. O vaxtın dövrünü mən görmüşəm. Mahir görübdü yəni. Siz desələr ki, tutaq ki, Emin Mahmudov yoxsa Vidadi Rzayev, bu elə bil heç fikirləşmədən sonra deyəcək ki, Emin deyəcək, ha. Emin Hələ mən deyəcək, Vidadi 3 dənə deyəcək. at, 4 Yəni dənə. o dövrdür. Adam o nəsildə, Əksin dedim o də. nəsildə 4 dənə oyun, məsələn mən də oynamışam Mahmudla. Mən rəqib kimi olmuşam. Ruslan rəqib kimi. Mən bir dənə oynamadım, Vidadi Rzayev olub. Amma onu mən izləmişəm, görmüşəm. Məsələn, köhnə nəsildən də istəyir, bizim pak nəslindən hamı deyir, məsələn, Vidadi. Çox güclü olub həqiqətən də. Emin özü bal qarşısında kubok qaldıran futbolçu olub. Emin özü Apornoş kimi çox güclü olub Emin. Millidə, Mahmud, klubda Rəşad Sadiqovun özü. Universal idi da, stoperdə oynayırdı. Ay, hər yerdə oynayırdı. Sola qoydun, solda sağ. Ona görə deyirəm ki, indiki zamanədə, 3 dənə at sayaram da, beləcə istedadlı futbolçu. Bir Qarabağda Elvindir, Turaldır, bir də ki Mahirdir bizi. Əmrəli Mahir. 3 dənəsindən başqa ad deyim, mən sizə deyim ki, hə. Mahir Germaniyada oynayır, maşallah olsun. Və yaxşı, orada burada oynayırıq. Niyə milliyə gəlib Millidə çünki onun komanda yoldaşları Almaniyada oynayan qardaş, bunun kimi bundan da daha biraz da yuxarı olan və yaxud da Mahir kimi eyni potensial səviyyədə olan futbolçulardır. Qardaş, onu qoyuram bir qırağa. Düşür, epizod olur. Gördün də epizodu. 2 metrdən vurdu ələtə. Olsun da. Bildim. Yəni ola bilər, futbolçudur normal, amma 7 metrəli penaltini vuranmadı. oyunun gedişatında heç nə alınmır bizdə. O mən söhbət ondan gedir. Səbəb nədir? Bu problem nədir? Bu sən niyə alınmır? 3 nəfər oynayır, 4 nəfər oynayır. 6 nəfər oynamır. 6 nəfər də öz şeyini bağlayır o 4 nəfərə. Əgər hamı komanda şəklində 11 oynasa, komanda yoxdur qardaş. Yoxdur da, ona gedirəm ki, 3 nəfərlə olmayacaq. Komanda kimi də oynamaq üçün sözünə qüvvət. Sənin qardaş bir oyun sxemin olmalıdır. Məşqçi yazır onu ki, bax bu elə oynayacaq, belə oynayacaq. Məşqlər planın şəkildə hansı ki, yeni futbol, müasir futbol istəyirsən, taktikan belə, bu birisi belə. Mütəmmadi olaraq sən onu elə yazmalısan ki, futbolçulara da öyrətməlisən ki, bax mənim oyun üslubum budur, mənim oyun fəlsəfəm budur, taktikan budur, gedişatım budur. Sizdən bunu istəyirəm. Bizim oyunçular ora çıxacaqlar, millidə çıx Latviya ilə nə istəyirsən oyna, nə bazarsan. Uşaqlar, mən sizə heç nə demirəm. Çıxın nə istəyirsiniz, nə yaxşı şeyləriniz varsa ortaya qoyun. Elə oyundan səndən latışları udacaqsan. Nə də ki, bazarları udacaqsan. Valla mən o söhbətdən mütəxəssis birinə razı deyiləm ki, indiki nəsli köhnə nəsillə müqayisə eləsinlər. Mən şəxsən onun heç vaxt şeyində olmamışam. Əleyhinəmsə nə? Belə götürəndə sağ pozdaşda kimi Zaur Tağzadənin yerinə kim oynayır? Heç kim. Araz Abdullayev hardasa demək olar. O da çatanmaz. O da çata bilməz. Ona görə ki, Araz da mənim dövrümdə oynadı. Araz elə səninlə tandemin necə? Millidə də, Neftçidə də ən ideal tandem idi. Mən getdiyim Neftçidən, Arazın da futbolu qutardı oynandı. Özümüzdən də Allah şahidi görmüşük də. O səni oynadırdı. Bax sizdə belə bir şey var idi. Klubda da, millidə də. Araz Mahir oynadırdı, Mahir Araz oynadırdı. Nəyə görə oynadırdı? Bir-birinizə bəhssən. Amma mən Zaşitnik hə, mən o vaxt şeylə də oynamışam da, Zaur Tağzadə. Mən məsələn Zaur Tağzadədə deyirdim ki, səndə skorus güclüdür. Məndə vıznos güclüdür. Səndə olan skorus məndə yoxdur. Məndə olan vıznos səndə yoxdur. Bir-birinizi tamamlayırdınız. Nə, mən dedim ki, sən sentrdən arxaya gəlmə Zaur, sən bütün gücü ver qabağa. Sürü hücuma. Nə demək istəyirəm sən? Eyni şeydə Araza deyirdim. Araz 90 dəqiqə mənə kimi, Ruslan kimi gedib gələ bilməyəcək Zaşitada. O dərəcədə dözümlü vınосливости yoxdur da Ruslan demiş. Bunları da skorus güclüdür. Mən də buna dedim ki, sən o gücü ver, qabağa səhv eləsən, qabağa səhv eləsən. Bəli. Dala qayıtma. Çox qayıtma. Verəcəm sənə. Boşuna yorma. Hə, məsələn 3 dəfə qayıtma, bir dəfə qayıt. O da ha vaxt. Hə, məsələn Krayda sən də məşqçisən. Ruslan məşqçidir. Deyir ki, Zaşitnik qardaş, sən istəmirəm gedəsən qabağa. Qal orada. Məsələn, Zaurun yanında qal, ya Arazın yanında qal. Ondan o tərəfə getmə. Sən də pozdaşdasan da, yalandan niyə gələsən ki, mən yanıma kömək eləməyə? Mən pozdaşda oynayıram da bu. Bax, elə bir mən oynayıram da. Sən də qal oyna. Gücü ver, qabağa gücü ver. Məsələn, məşqçilər vardı, mənə deyir ki, bir də hərdən olurdu. Milli komanda da məndən çox şey tələb edirdilər. Məsələn, Bert Fox. Elə bildilər ki, mən nə bilim, kafuyam, tane albeşam. Öyle deyir ki, move. Hərəkət. Dayanma. Amma mən də hərdən baxıram. Mən buna da deyib ki, Ennur Allah verdi. Sən qaz verirsən. Getmirsən. Bax məsələn, Ennurun məndə atakuşu yaxşıdır.
Elnurda Müdafiə. müdafiədə də bil nə demək istəyirəm sən. Mən də o Elnur məsələn korpusun qoyacaq, indi gəl onu nəsə qoy. Mənə deyir ki, Sən indiki futbolda əsl lateral mövqeyinin oyunçusun. Arxaya. Arxaya, qabağa, hücumda da töhfən, müdafiədə də ideal. Mənə deyir ki, sən də Ötürmələr ideal. qoşulursan. Mən də bizimlə oynayan məsələn də millinin də rəqibi olur da. Onlar da məşq edirlər. Deyir, ha bunlarda sol kıra getmir, sağ kıra gedir. Ay sağ ol. Bunu saxla. Getməsə nə? Olur da indi oyun olur ki, məndə də alamır. Gəldilər, düşürlər mənə. Yox, sən bu oyunda amma millidə tək mənəm, baş düşmədim. Hələ bütün oyunlarda da, hələ mən tək oynasam, deyir Real Madriddə oynayaram. Ay sağ ol. Olmur axı eləncə. Rəqibin də şeyi var da, analiz edənləri var ki, bunların sağ kırayı Sağ qoşulur. kıray bizim sol Ən tərəfimizdə yaxşı ən yaxşı anlaşdığın oyunçu. Ən yaxşı anlaş. Bu milli səviyyədə. Klubda da milli ən yaxşı anlaşdığım olub Zaur Tağzadə ilə. Və ən çox çətinlik çəkdiyin oyunçu kim olub? Kimə qarşı oynamısan? O futbolçuya qarşı istəməmsən çıxasan oyuna. Yəni olur elə protivni elə. Eləncə olmayıb sözlə. Olmayıb. Hə, bir dənə Portuqaliya ilə oynayanda bir dənə demişdi, elə bir ki öz-özündə fikirləşdim ki, bu oyun bizə Ronaldo yarada bilər. O da sağ olsun elə bir ki, tez-tez krayın adını dəyişirdi. Buradan qaçırdı oradan. Sən deyirdin, bura gəlib ora gəl. Mahir bəlkə də dünyada təkcə futbolçulardandır ki, bir oyun ərzində 2 dəfə Ronaldo'dan forma alıb. Hə, o şimdi deyir, bir iki dəfə şey oldu. Bir xıvaçdı. Hazır usta danışır ha o. O dedi kim bilir. Şeylə oynayırıq, Bəhreynlə oynayırıq. Aha. Fox'un vaxtıdır. Bert Fox'un vaxtı. Sən Ben soldan oynadım da onda sol zaşitnik oynadım. Zeynal Zeynalov da oynayır. Bir dənə Bütün milli komandalarda oynayan. Heç Bakıda qalsın. oynayanda. Orada. Ay oradakı yox. Mən elə biləm Bakıdakını oynadı bir-bir. Bir dənə də isti var. Bəlkə də bir 50 dərəcə isti var da. Allah and olsun. Aha. O şu bunlar keçdi bir dənə vurdular bizə. İstidən də qaçmaq olmur. Biraz keçdi. Biz vurduq. Biraz arası birinci tam şeylərdə axıraqdı. Zeynal Zonov bir dənə qol vurdu. 2-1. Aha. İkinci tam başlayıb arası bir 10 dəqiqə keçmişdi. Bizdə hal yoxdur da, qaça bilmirik də. Onlar örgəşib. Örgəşiblər. Şortiklərimizə baxdım ki, Zeynalın şortiki bura sallanır. Bilic olub suda. Sallanıb. Biz olub Sallanıb da. O şey deyirəm o Zeynal da az qaldı belə məndə getmir də Getmir də dayanıb Zeynal sən eləyir ki, yerində fırlanır. Niyə zaman eləmirlər? Qulaq, sən indi o şey Bert deyir ki, zamanı eləmə. Bert deyir ki, əladır da. Qol zat vurur. Deyir ki, əladır da. Oyna cinə. Hələ oyna. Başa sala bilmir ki, yoxdur deyir, get. Mən deyirəm ki, zamanı elə də bu. Deyir, good, oynasın. İndi zamandan önce Bert Fox zamanı çıxardırdım. Bu da senin ki, oyna mənə dəyişəcək də indi. Ayağım belə şaqatdır ki, bu dəyişəcək. Başqa futbolçu dəyişib. Kör peşman qayıdır. O ki, təzdən ikinci zaman olanda Zeynal dedim ki, sənə dəyişəcək. Böyle, başqasını dəyişirdi. Bir də elə acığa düşürdü, bunu dəyişmək istəmir də. O Rəşad da biz elə oyunda da deyibcilər, Rəşadda da həmişə şey olardı da, ciddilik olardı Sadıqovda. O üçün gördüm, amma yox, bunun dəyişmə fikri yoxdur. Üçüncünün də kiləndə gördüm, yox, üçüncü başlaydı da futbolcunu çıxartdı. Gördüm Zeynal belənsə yazıq baxır. Mən bizim qapıda İqlavoydu. Dedim o uşaqlar eşidirsinizmi? Yox, onu çöndü mənə də. Dedim belə eləyirik. Zeynal eşitsə belə, hə, mağar eşidir. Meydanda tək ümidir. Hə, mağar eşidirəm. Dedim belə eləyirik. Sən gəlsən, zadini oynayırsan, saçın onu patlamadan oynayır. Rəşad da baxdı belə, hə, mən sizə İndi soracaqlar bizə deyə. Zeynal. Oyun da Zeynal. Meydanda komanda özünü idarə edir. Zeynal. O sən necə? Atağa gedir. Bir də aydım ki, mən kraydayam. Zeynal zadidir. Allah atası. Zeynal. O şey... Mən də arada Bert Fox səsi demir də, xoşu gördüm, məndə də getmir. Nurda sağ zaşda oynayır, mən poz zaşda. Allah verdi. Elə bir top gəldi, Elnura düşəndə Elnur mənə vermək istəyəndə topu. Amma yorulmuşam o şey. O üçün gördüm ki, halım yoxdur. Tezdən atdım Elnurun özünə. Birdən Bert belə, Elnur move! Bir də gördüm ki, yorumdan birim böyle. Bir də gedir Elnur. Mik qaydır belə. Bu
Sənə bir söz demir, elə mənim üstümə o sənə bir söz demir, elə ancaq mənim üstümə qışqırır. Ay Zeynal atadı oradan bu arada bizim dostumuz qardaşımızdır. Salam Zeynal. Danışam da yanına düşəcək. Salam. O bayaqlar onu deyirdim. Hep bütün milli komandalarımızda olub da. Futbolda olub, çimərlik futbolunda olub. Dedin futbolçu. Yəni gör nə Zərbələri var idi. Zərbələri var idi. Onu da hər adam bacarmır. Ona görə də yaxşı amil. Bir də Almaniya ilə elə biz şeydə açdım da o özümdən deyirəm də. Necə özümdən deyirəm? Belə bir şey Klozin bizə baxıb, elə bir şey baxıb nə fikirləşir, nə edir. Prosta o qalanın elə bir şey özümdən. Gəldik Almaniya ilə oyuna çıxırıq. Elə bir 4-1 olanda, 4-1 isə 6-1 idi. Razmikəyə çıxdıq, qayıtdıq, gəldik stadiona çıxdıq. Almanlar şpilən, dostla, dərslik falan yığılışdılar belə çox quruğa. Bizdə də Rəşad qaçdı, o da gəlin bir dənə də biz də quruqalaq. Bir dənə biz belə quruğa gəldik. Bir də baxdım ki, bunlar da quruqdadaq. Baxdım ki, Kloz orada başını çıxardı belə quruğa. Bizdə quruq alıb oyunu gəllə eləyəcəkdi. 6 dənə. 4-1'di. Orada da Vaqif qaldırdı. 4-0. Vaqif qaldırdı elə bir. Neuer özü saldı da içəri. Kiməsə dəydi girdi. Rivkaya. 4 nəfərə saydı. Rivkaya. Gol fason bir şey oldu. Adam tullandı belə Rivkaya dəydi. Saydı içəri. Rivka buradan belə mən vurmuşam. O deyir orada mən vurmuşam. Deyir mən vurmuşam. Amma onun bəstin qutarı indi belə qaldıracaqlar. Şotu 4-1-də qızışdırmıyor. Elə bir Avropa çayına verirlər. Soğursan. O da biraz keçmədi. Samirlə də şey oynayırdı. Kedir oynayırdı. Abbasovla. Samir qaldı Duqanın başında. Kedir o da keçdi bu tərəfdən birə-bir oynayırdı. İmkan vermədi. Oradan Prasrer gəlib ki, Samirə döyəcək şort yükəcək. Biri o qədər qatırdıblar ki, şort yükəcək biriz olub da. Duqanın başından Samir baxır ki, görüb Kedir oynayacaq. Kedir də oradan Samir də bəyanı belə yorma ağamızı. Oradan Prasrer dəydi Rəşadın ayağına, girdi içəri. Öz qapımıza girdi içəri. Qayıt ki şeydir Rəşad. Ala bu kimin oyunçusudur? Samir qayıt ki, yaxşıdır Rəşad. Yaxşıdır Rəşad, yaxşıdır. Yaxşıdır, nə yaxşı vardır ala. Oyuncuma yaxın oynadı. Endur'da qoyublar şeyinə, özünlə. Birə-bir. Aporla oynayır Elnur. Onda hamın deyəsən tapşırıq vermişlər ki, hamı personalli birə-bir. O vaxt elə idi. O vaxt personalli futbol daha çox idi. Birə-bir. Ay bilmirəm Bertin öz şeyi idi, nə idi? Həmən günü biz bu vaxtınca birə-bir oynamamışdıq. Elə bir özü dərsnə heç yoxdur. İndi o anlayış yoxdur futbolda ümumiyyətlə. Bir dənə baxın, bu məsələn o 4 neçə il keçdi da Berti bizdə. Heç bir oyunda bizi birə-bir oynatmayıb. Niyə məhz həmin oyunda? Bilmirəm, bu həmin oyunda nə hoqqa vermək istədi, nə edirdi? Sinə cingiri. Allah'ın, onlar da ağıllı futbolçulardan hamısı. Yolka kimi bizi beləçə açdılar. Elə bir yeni ildi. Ulduzda taxtılar. Yolka kimi açdılar, elə bir şığımız axlı çapır. Yolka kimi oradan da olan zaşını vardı. Metra girdi, nədir? Badstuber. Dedi ki, onu bırakın, o topla zəifdir. Qoy gəlsin, o da raz, gəldi, baxırdı ki, buna bombadır. Bunlar hamısı çəkiblər bizi kraya. Hərə biri gedib ayaqonda, Elnur özünün yanındadır. Lövlə söhbət, Lövlə danışır, Elnur da deyən ki, bunlar nə danışırlar? Özü də belə baxır ki, Allah hoqqa verirlər. O da gəldi, belə Zaran. O da yaxşı ki, Vaqiflə Barbeyə tullananda, o Vaqif onun Stuberində babat boyu var ya. Vaqif dirsəyinə vurdu, nəyinə, qaşı partladı, çıxartdılar zaminə. Onun yerinə girən 5 dəqiqə sonra Zaran başla Allah'ın olsun. Mənə Lövi şeyə tapşırmışdı, Lamı tapşırmışdı. Lam da ki, balaca boyunam sən nə qədər qaçırdı, Lam Allah'ın deyir. Mən ona bir dənə moment aldım ki, raz keçdi arxamdan, getdi 2-ci dəqiqədir. Qapıya udar. Dedim, buna hoqqa ver. İkinci dəqiqə. Hələ 2-ci dəqiqə dedim, onlara 2-88 dəqiqə var. Allah saxlasın. Allah sağ.
O həmin oyunu mən deyirəm də sənə vallahi həmin oyun Mahir 4 qol vurmusan milli komandada. Xatırlayırıq. Qazaxıstan millisinə vurduğun Penaltı. qolu xatırlayırıq penaltidən. Amma mənə görə ən yaxşı qolun Şimali İrlandiya millisinə vurduğun cərimə zərbəsi qolu. ən çox o doğma bildim elə o İrlandiya ilə oyunda idi. Həmin vaxt Rəşad da gəldi sözün açıq iştirak var. Tərəfimizdən. Rəşad dedim ki, Rəşad. Həmin vaxtı qurbanlıq idi. Özü qurbanlıq bayramı. Həmin zamanda oturmuşdum da yadıma. Səhər idi mən səhər saat 6-ya işdirdi, durdum ayağa. Biz də aeroportda oteldə qaldıq. Şeratonda. Şeratonda. Durdum ayağa, şey dedim ki, Araz dedim, dur. Qaç aradım, dur gedəm şeyə, bir mövsüm ağaya gedək. Həm sübh namazını qılaq, həm də orada tapşırmışam, orada qoyun satan var. Qurban kəsin. Qurban kəsim elə oradan da o ki bu ilə oturduq, getdik, gəldim bir mövsüm ağaya. Orada sübh namazını qıldıq. O kimi qaydanda qoyunumu elədim. Elə bir ki mən qoyunu götürdülər, apardılar. Bir mövsüm ağada yer vardı, elə bir orada kəsmək. Orada kəsdilər, o kimi doğratdırdım, elədim. Oradan çıxanda götürdüm, oradan otel şeyə gələnə kimi aeroportuna payladım hamısını o süpürgəsiz qadınlara. Bilmirəm qurban Allaha, həmən günü Qəbul olub da qurban. Razı qəbul. qurbanım qəbul. Dərhal qəbul oldu. Qəbul olmadı. O Şeydi. Yaşıl bir dəqiqə. Gəldim Rəşad dedim Rəşad ürəyimə damır. Sən getkinə mən o Mənim günüm. mənim günüm. Səhər-səhərdə vermişəm də, ruzu bərəkəti vermişəm. O iş mənə qoydum, eləmsə gördüm ki, qapçı, dedim yaxındı yanım. Qoy elə bilsin ki, şeyin üstündən atacaq. Özə məsafə də yaxın idi. Hə, dedim uzaqlaşsam, bu deyəcək ki, şeylə. Ona görə özüm də yaxın dayandım, belə göstərim ki, şeyin üstündən atacaq. Stenkanın üstündən atacağam. Orada. Hə, orada göstərdim, gördüm ki, bu şaqda bu niyyəti buradır. Dedim elə bu yandığı yerə vurum. O da udasını alındı elə. Elə getdim mən də yıxıldım, bir dedim Kamran gəlir. Qaça gələcək. Ara efsatlara xan aparmışıq. Aparmışıq ha. Maşallah. Onda da oradan oyunda da yaxşı oynamışdın. Ben onda zamendaydım, oynamırdım ben onda. Qıraqdan baxardım. Amma Sonra Rusiya ilə oyunumuz bayağı yaxşı alındı burada. Mən qaldırdım Vaqif Elə baş. onu deyəcəkdim. Sənin Şəhərçaq var. ən yadda qalan ötürmə, məhsullar ötürmə məncə həmin oyundadır. O Razdivalkadan verdin Vaqifə. Ona onu da ötürmə verməyə idi. bacarmaq lazımdır. Yəni elə bir davı sən kimləsə dalaşdığın biri yadıma. Yo mən Konflikt. dava verəsən olmayıb. Bir də şey nə olmuşdu? Pavlichenko ilə olmuşdu oyunda. Oha. Rusiya Rusiya. Rusiya. Roman Pavlichenko. Hə. O şimdi bunda Tottenham'da oynayan vaxt. Hə. Oynayırdı. Hə. O şimdi Glavoydu. Mən də bu ilə oynayıram. Dayanmışam arxasında öyle də sinəmdən zaddan uçur. Vurursan. Hadi. Vurdum. Bu da gördü calamayı tödürüm. Ruslan eləmə tənbəllik mənə dirsəylə yoxdur. Tamamını bir dənə Bax buradan. Xalqadan. Allahım. Bir dənə buradan qoymaq qoydu. Elə bir şey. Ürəyim gəbələ. Uydurdu. Uydurdu. Elə bir ki, oturdum yerdə bir an gözlərim zadım. Aha. Baxdım buna dedim. O belin. Maraqlandın qarası. Ha. Ты меня говоришь, и, блядь, ты где играешь? Я, Тоттенхэм замен сидишь. И мама, блядь, а ты где играешь? Думаю, я, блядь, Интер играю, блядь. Хорошо. Anladın? O da öyle bir şey böyle. İtalya, Inter'de oynuyorlar. Hadi хорошо. И ben dedi, uşaqlar hamı cırılmışıq da gülməkdən. 200 dəfə də razı ilə o əli göydəmir penal elədi şey. Ay sağ ol. 200 dəfə də şey eləyəndə mənə baxdı, mənə baxır istəyir desin ki, sən Inter'də oyna. Sən kimə gəlirsən? Baxdı mənə baxdı belə. Rəcib yapamıyor. Hə dedim hələ birinizdə sən anlatmışam bir şey. Hayır, karyeranda ən yaxşı anlaşdığın və yaxud xoşuna gəldiyi məşqçi hansı olub? Bəlkə də çətin olacaq bu sual. Valla hamısını şey eləyə bilmirəm da. Kimlə işləmək sənə daha rahat olub? Sənin Mirzəvalovla Aha. getmişik, yaxşı məşqçidir. Sonra Qurbanovla Neftçidə işləmişəm. Yunus Hüseynov da yaxşıdır. Sonra Carlos Alberto Torres, o da yaxşıdır. Rəhmətlik. Bert Fox'un özü də yaxşıdır. Bert Fox bizə nəyə görə yaxşı idi, qardaş? Mən Bert Fox'u bindən niyə tərifləyirəm ki? Mənim, məsələn, qohumum deyil da. O, ən çox iştiraf eləyən mənə eləyib o.
O xoşlayırdı ki, futbolçu disiplinlə saxla. İntizamlı. Çıx onun məşqdə sən 100% məşqini ver, disiplinlə saxla. O səni alnından öpəcək. Ruslan da tərifləyir, Bert Foxdan nümunələr gətirir. Necə intizamlı, belə xarakterə malik olan mütəxəssis. Biz onu bir dəfə, Yəni ortaq məxrəcə gəlmək olar ki, Bert Fox hamı üçün uyğun məşqçi olub. Yaxşı məşqçi Yəni olub. disiplinası barəsində birinci növbədə də sən əgər nəsə nəticə istəyirsənsə qardaş, nizam intizam birinci növbədədir. Onda belə çıxır ki, bizdə Azərbaycan futbolunda o çatmır. Ən vacib düzdür. Mahir təsdiqləyər. Məşqdə adi bir dənə məsələn epizodda məşq edirdi. Mahir bilmirəm kim idi bizim futbolçulardan. Oyun gedə-gedə nəsə başa salırdı. Sustadı getdim, oyun gedə-gedə getdi oradan bir dənə suyu açdı, suyu içdi. Qayıtdı ki, nə edirsən sən? Elə burada oyun gedir, sən orada su içirsən, suyun öz mola vaxtı var da. Yəni dəmir butsu geyinmədin. Oyuna çıxanda hamı dəmir şipli butsu geyinsin. Mahir oradan geyinirdi dəmiri. Çak 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 orada stadiona çata kimi dəyişirdi, rezin geyinirdi. Gözün qabağında elə bildiyin Nemes Gestapo kimi belə baxırdı ki, hamı çaqqıldayır, ayaqları yoxsa yox. Yəni o mənada deyirdi ki, mən meydançada kimdəsə görməyim rezin butsu olsun. Hamısında dəmir olsun. Məşqlər yüksək səviyyədə nəsə burcudasan, yola verəsən, nəmdən sıracı baxır deyirdi ki, nəmdən. Amma bu bir nöqteyi nəzərdən isə nizam intizam öz yerində də hər şey daha elə bil hərbi rejim kimi deyildi də. Danışıb deyib gülər zarafat eləyər. Aparar komanda hansısa bir kəndi bowling aparar restorana, aparar nə bilim Luna Parka, aparar raftinga, nə bilim nəyə mal şey aparar. Bilirsən gözləmədiyin yerinə aparır. Şey, burada yadımda axıra mən qalmışdım. Axırda mənə güllələdi. Bilmirəm sən bizim komandada point nə də o şey. Kraska ilə atırsan. Ala mən götürmüşəm şey komandaya oynayırıq. Bilmirəm sən bizim komandadaydın yoxsa yox. 3-4 nəfər qalıb. Rəşad Sadiqov, oradan o birisi komanda, o birisi. Mən də gizlənmişəm şeyin dalında güllələrim qalıb. Əlimdə də qalxanım var. Görürəm oradan belə bir kimsə atır, qalxan belə qoyuram tank. Orada gülləsi tutarı gizlənmişəm. Başa düşdün? 3 nəfər akruziyonu buradan gəlirlər. Onu atıram tank, bunu atıram tank, gizlənmişəm şeyin dalında. Ağırda patronum qutardı. Reskoya qoydım ki, şaf. Ağ bayraq təslim görürəm gəlirlər. Hə, nə təslimi? Bura gəl. O şey deyir ki, bura görürəm. Şofçu nəsə qalxanı belə elədim. Əlimdə belə qaldım ki, handi xox. Bəsdir. Abi, sən bu xəbərin var bu 20 dəqiqə içində bizim başımıza nə oynaşmısan? O yoxun məsafədə nə tər qoydularsa. Göm-göy göyərtdilər Allah'ım. Göm-göy. Bərk göyərim anekdotları kimi nə tər göyərdi? Sinak, Allah'a and olsun. Acıqlandım, təzdən qışqırdım, bağaz qədər dalaşam onlardan ki, bayraq qaldırmış, bir ağ bayraq. Hara atırsınız? Araş, bu insan Amerika ilə gedib oynamışıq, biz Amerikada. Yaponiya ilə oynamışıq. O rəqiblərimiz də rəqib idi. Ay, söhbət odur. Yəni, Sən bundan sonra 10 ildə, 20 ildə olsa Azərbaycan gedib Amerikada oynaya bilməz. Biz Amerikaya gedəndə orada Bert Fox idi, mən idim, Klinsmann idi. Bir də tərcüməçi idi, söhbətlər idi. Klinsmann onda Amerikada işləyir. Amerikada. Bizdən çıxıb getdi də ora Amerikaya. Orada Klinsmann qayıtdı ki, deyir, bizdə proqram bundan sonra məsələn 2025 düzdür. 2030-cu ilə kimi bunların proqramı var. 2027-ci ildə iyul ayının 18-də Amerika ilə oynayacaq İtaliya. 5 ilin proqramı var. Amma bizdə necədir? Bizdə zəng edirlər avqust ayında. Elə o şey olur, qardaş. Boşsuz gəlin böyle şey oynayar. Amma 5 ilin proqramını tutur. Hansı ildə, hansı ayda, harda milli ilə oynayacaqlar. Özdə fərq etmir ha. Ki həmin o məşqdə orada qalacaq, qalmayacaq. Bu millinin proqramdır. Proqram var. Mən gələcəm həmin bu vaxtda məşqdə olacağam. Həmin ərəfədə biz Amerika ilə məsələn Yaponiya ilə oyun oynayacağıq. Həm də yəni sən gedib zbornu Yaponiya ilə o cürə məsələn Yaponlar da həmin ərəfədə yadındadır dünya çempionatında zaten dağıtdılar. Honda, Kagawaza hamısı olur. Rəqibə ki məsələn Azərbaycan gəlir, tutaq ki. İndi biz Azərbaycan məsələn o dərəcədə şey eləmək, aşağılamaq istəmirik. Biz də özümüzə görə millilik, yaxşı vaxtlarımız olub hansı ki reyting səviyyədə. Onlar oradan baxır Yaponlar ki məsələn kim gəlir Azərbaycan. Onlar atqaz da edə bilərlər. Razı da ola bilərlər. Baxır görürlər baş məşqçiləri kimdir? Berti Fox. Yəni federasiyalar arasındakı danışıq. Bu məşqçilərlə danışanda onun çox böyük nüfuzu var. Oyunun gedişatında o qədər yaradıcı, o qədər kreativ hərəkətlər eləyirdin ki, fintlər, aldadıcı hərəkətlər, ötürmələrin özü. Bax, yox deyib, indi Azərbaycan futbolunda belə nasıl müdafiəçi olmusan qardaş? Müdafiəçi olmusan, mövqeyivə görə bir nömrəsən də. Yəni
Əksəriyyət elə düşünür. 10 nəfərdən 8-i, 7-si Mahir Şükürov bir nömrə olub mövqeyində deyir. Yəni bu keyfiyyətlər niyə indiki futbolçularımızda yoxdur? Niyə risk eləmirlər, ürək eləmirlər, yoxsa doğrudanmı o istedad belə tükənmək üzrədir bizdə artıq nəsildə, indiki futbol nəslində? Nə çatmır? Nədir problem? Məsələn, mən oyundan Fərdi o sizin dövrün futbolçularına baxırsınız, hərəsi ilə öz mövqeyinə görə. Yəni sayılıb seçilən oyunçular olub da. Yəni milli komandada böyük nəticələrimiz olmasa da, Avropa Dünya Çempionatının final mərhələsində oynamasaq da, klub və milli səviyyəsində oyunlarımız pis olmayıb. Gəlin insafən deyək, etiraf eləyək. Məsələn, mən oyunundan Sən sonra keyfiyyətlərin bax danışırıq. oyundan sonra mən gedirdim, oturdum, oyunumu analiz edirdim. Baxırsan. Oyunuma baxırdım ki, harda səhv eləmişəm, harda nə eləmişəm. İkinci otururdum. İndi o köhnə futbolçuların istər Ronaldo'su olsun, Braziliya Ronaldo'da, indi Cristiano Ronaldo sonradandır. Kumirin kim olub? Mənim kumirim Braziliya Ronaldo olub. Amma o bir dənə fintim var mənim, o bir dənə fint eləyirəm. O Məşhur. Gəlirsən bir dənə. o Roberto Carlos'dan Aha. götürmüşəm. Ən çox Roberto Carlos eləyirdi. Ondan götürmüşəm. Elə Cristiano da eləyirdi onu ən çox. Hə, ondan Cristiano'dan qabaq şey eləyirdi, Carlos. Carlos eləyirdi. Sonra Quaresma. Xaricmada başladı. onlar onlardan gənc nəsildir də. Sonra sağ krayda Zaşnik şeyində Kafu idi. Onlardan mən məsələn baxırdım, hər şeyindən baxırdım onlardan. Hərəsindən biraz- Hərəsindən biraz götürürdüm. Götürmək olar, normaldır. Onda Amma onu meydanda tətbiq məşqdə də eləmək onu üçün istifadə eləyirdim öz üzərində. Məşqdə onu sən əgər istifadə eləməsən, oyunda sən onu yaddan da çıxacaq. yaddan çıxacaq, alışmayacaqsan ona. O bir priviçka kimi olmalıdır. Yəni getdin, raz vurdun, getdin. Onda qabağındakı oyunçuya da baxırsan ki, onu. Sən onu eləsən, bu necə reaksiya verəcək, allanacaq, allanmayacaq. Mən də təsdiqdən ki, o şeylərim çoxsu keçirdi. Ona görə də indi deyirik, o istedaddır. Sən o istedadlı məsələn mən o finti məsələn məndən sonra Azərbaycanda görməmişəm hansısa bir futbolçu eləsin. Onu deyirəm də, hə. Ona görə də bu günləri baxırıq da sağ kray yoxdur Zaşinlik. Polzaşit Maksindən sonra demək olar ki, yoxdur, ölüb. Polzaşit da yoxdur. Sol kray Polzaş da yoxdur. Orta indi Müdafiədə Elvindir, Toral indi sol sağ oynayırlar, amma o yenə də görürsən ki, o deyil də qardaş. bir dənə indi onlarla iş çıxmır da. Ona görə deyirəm ki, bu Bütün hamı elə olmalı. hamı elə olmaz. Hamı da elə olmayanda. Tərəfliyirdik ki, məsələn istedadlı 3 dənə uşağa verilir, Elvini deyirik, Toralı deyirik, Mahiri deyirik. Yəni hamı bax elə onlar kimi olsa, bütün uşaqlar elə eylənsinə canını yandırsaq, hamı bax. Və elə bir ki, hamı da o üçündən nəsə istəyir. Bax Mahir dedi, məndən istəyirdi Fox. Mən Elvin məsələn qoşulur atakalara. 3 nəfərdən ibarət deyil də milli komandada da, yəni o birislər nəsə eləməlidir. Ona görə də o individual futbolçular olmayanda çox milli komanda hamısı da istəyir klubda istəyir. Hamısı komanda şəklində oynamaq istəyir. Amma o vaxtı həqiqətən də individual futbolçular gör nə qədər çox var. Götürək elə Almaniya ilə biz oynayanda individual futbolçular Özil idi, Podolski idi, Klose idi. Düzdür? Ortada oynayırdı Schweinsteiger, Xedir oynayırdı. Elə Kroos Zamendi idi. Lamın elə özü sən deyirsən, Lam. Soldan Lam. Bunlar hamısı istər oyunda oyunun taleyini həll edən Dünya futbolçular. çempionu olan komandadır. Söhbət dünya çempionundan gedir. Rusiyan özün götürək. Rusiyan özündə elə belə futbolçu Arşavin idi. Götürək məsələn Pavlichenko'nun özü idi. Ortada Ziryanov idi. Şirokov idi. Berezutskilər. O Qəmbarov qardaşları idi. Bunlar Qəmbarov qardaşlar. Qəmbarov idi. Qanikov idi. Sağda Cəmşid idi. Cəmşid kimdir? Cəmşid kimdir? Məhrəm ol Cəmşid. O kimi də mənə Cəmşidi qoymuşlar da saxraya bardak. Hansı oyundaydı? Rusiyanın oynayırdı da. Cəmşid sağdan oynayırdı. Qapıda Fərid Cəmşid sağdan zaşda oynayırdı, mən də Bozzaşda oynayırdım. Ailəmi qatmışdım bir-birinə. Bu baxırdım, bunlar həqiqətən individual. Amma indi ki, o individual futbolçular azdır da, yoxdur. Ona görə də çoxsu komanda şəklində güc verirlər. Qardaş, bax bizdə ən böyük çatışmazlıqlardan biri də Ruslan, bax hər dəfə deyirik. Siz ən azı cəhd eləyirdiniz. Anjidə gedib oynamısan, Türkiyədə oynamısan 2 dəfə. Sənin timsalında da başqa futbolçularımız, millinin üzvləri gedirdi, ən azı cəhd eləyirdilər. Rusiyada, Türkiyədə, İranda. İndi getməyə qorxurlar, çəkinirlər, ehtiyatlanırlar. Evin içi də elə 5-10 manatı burada qazanım, evin içində qalım, burada yeyim. Yəni bu fikirlə, bu yanaşma ilə də futbolumuz olmayacaq. İndi daha lap asaddır çıxmağa. O vaxt elə də çətinlikdir çıxmağa.
gərək nə bilim elə Hələ asandır biz getmirik. indi asandır da. İndi başım bir damcı istedadın varsa, hansı misal əvvəl menecerlər yox idi axı. Yox, Hüseyn. bəli. Bildin nə demək istəyirəm sənə? Bir Sən bir dənə misal menecer alırdın, olardı, yoxsa yox. Gedərdin məsələn hansısa komanda ilə zbora, tutaq ki Antalya, oynayardın orada hansısa bir Orada kiminsə nə bilim Polşanın hansısa diqqətini cəlb edib artıq səni təklif eləyəcək. Gələrdilər komanda yaxınlaşırdı ki, sizdə məsələn 4 nömrə var idi o sağ cənab. O kimdir? Başlayırlar səninlə belə maraqlamaya. Yoxsa Mahir dağıtsın bunun ən yaxşı videolarını çıxart, nə bilim qol vurduqlarını. Yaxşı, belə bir- kim göndərərdi o vaxt elə şeylər. internet yoxdur. əsridir. YouTube-dan baxırlar, Instatdan baxırlar. Bir dəqiqə futbol seçməyə nə var? 2 vur 2-dir. Ha. Niyə getmirik? Niyə Sən- tərk eləmirik? Mən səndən Sən də. sözündə. Dünya futbolunda hər bir klubun skautları var. Dostumuz, qardaşımız Kamran da getdi, darıxdı. Ha. Məsələn, onda da Bizdə bir dənə mentalitetmizdə belə şey var da, darıxmaq. Bildin mi? ailəyə bağlılıq. Hə, də, amma bu da boş şeydir. Bilirsən, Afrikalılar görmüsən, Brazilistlər 16-17 yaşlarında təpə vururlar. Qamış yeyənlər. Bizə də öz şərait. Qamış yeyənlər. Şərait. Evet, Amma abi. şey deyirəm, bu skautlar var ya, bu dünya futbolunda klubların hamısına. Bunlar məsələn il ərzində baxırlar ki, Mahirlə Ruslan Əmircanov 50 oyundan neçəsini stabil oynayıblar. Hı. Neçəsini zəif oynayıblar. Hə, məsələn Saralı. 46 dənə oyunu bu yüksək səviyyədə oynayıb. 4 oyunun birinin xəstə olub. Üçündəki travmasına görə Hı. oynaya bilməyib. Və baxırlar ki, bəli, bu 46 da oyun bizi qane eləyir. Biz bu futbol götürək bizdə futbolçular deyək getmirlər. O futbolçuya baxırlar. Allah baxır bu bir oyun oynayır, 5 oyun oynamır. 2 oyun oynayır, yoxdur da. stabillik yoxdur əzim. Oyun oynayır. Sən gərək o 50 oyunu üçün Doğru, stabil doğru. olasan sən. Evet. Stabil oynamasan ki, sən harası da istəsin səni. Ona görə də bir dənə Ona görə də ən çox üzdə olan və daha çox elə bir ki, tələbat olan futbolçular Qarabağın olsun. Bəli. Avrokuboklarda oynayırlar Bəli. deyə. Həm də bir dənə bilsən nə amil var orada. Tutaq ki, fikirləşirsən ki, burada evimin içində həmin o maaşımı 5-10 alıram. manat qazanıram. Ondan elə xaricdə gedib oynayıb evimdən didərgin, hamıdan, dostdan, tanışdan, ailədən qıraq qanına kimi evimdə alıram da o pulu da. Niyə gedim ora? Demək ki, biz yaxşı futbolçu olmaq istəmirik. əlbəttə. Biz gələcəkdə məsələn hansısa bir klubda, hansısa bir baxımlı çempionatda oynamaq istəmirik ki, Azərbaycan məsələn Mahir Əmrəli necədir? Mahirə həmin orada aldığı bax o şeydir. Gəlməsin. Neçə dəfə deyirik, Mahir qayıtma ölkəyə, qayıtma. Qal elə Almaniyada, Polşada. Söhbət heç qədər. ondan Get gedir, orada mən onu oyna, demək istəyirəm. gəlmə. 100% ona burada Azərbaycanda bəlkə də qayıtmağın hansısa bir klublar Nürnbergdə aldığı puldan bəlkə də daha çox təklif eləyər ona ki, gəl. Onun əgər qayıtmaq fikri olsa, gəlib elə burada kimdənsə bağlayacaq, ondan artığını da bağlayacaq, yana alacaq. Sadəcə olaraq düzgün fikirləşir ki, getsin elə qoy Avropada Yanaşma, qalsın. təfəkkür. Ay su, qoy elə orada qalsın qardaş. Mahir 4 nömrənin nə sirri var sənin üçün? Nə əhəmiyyət olub? Mənə. Hı. Nə bizim evimizin qapısı da 4 nömrə idi. Özünün 4 Nə nömrə. hardan olub o seçim? Həm də O 4 nömrəyə olan imama görə sevgi bağ, götürmüşəm. hə? 4-cü imama görə götürmüşəm. Hı. Xəlifəmiz İmam Əliyə görə. Ona görə, oradan. Elə bir onun aşiq olmuşam deyən ona 4 nömrə oradandır. Onun tarixçəsidir mən Bəli. o. Bəs niyə məhz Mahir Şükürov belə keyfiyyətləri ola, belə texniki bacarığı, istedadı ola, hücumçu deyil, yarım müdafiəçi deyil, sağ cinah müdafiəçisi. Həm hamımız futbolu başlayanda elə başlamışıq. Hücumçu, sonra gəlmişik napadaşı, ondan sonra gəlmişik sağ pozdaşda, ondan sonra orta gəlib getmişəm zaşda olmuşam. O Əvvəl hücumdan başlamısan, sonra o vaxt mən Nazım Əliyevlə hücumçu oynayırdım. Hı. Sumqayıtda. Ondan sonra gəlmişəm pozdaşda, ondan sonra belə gəlmişəm bir dənə qapıda durmamışam, o gəlmişəm qapıda da dursaydım bütün elə bir şey. Qapıda Kamran qoymayıb yoxsa? Yo. Kamran deyə onda mən oynayan vaxtı qapıda Elxan Həsənov idi. Həqiqətən də Elxan Həsənov da yaxşı qapıcı. Kamran zarafatdır təbii ki. Elxan Həsənov idi, bir də Rauf Salmanov idi. Rauf Salamov. Rauf Salamov. Salam. Xırdalan 00 və Topaz Fan Klubunun sponsorluğu ilə tura baxış verilişinə baxırsınız. IQ Sportsun media layihəsidir. Bu buraxılışımızı yavaş-yavaş yekunlaşdırırıq. Son mövzu ilə bağlı Mahir Şükürova sual vermək istəyirəm. Avrokuboklarda iştirak edəcək komandaların siyahısı artıq bəllidir. Qarabağ Çempionlar Liqasında, Sabah UEFA Avropa Liqasında, Zirə və Arazın Naxçıvan isə Konferans Liqasında oynayacaq. Komandalarımızın Avrokubok çıxışlarından nə gözləyirsən şəxsən Mahir Şükürov olaraq? Həqiqətən də bu vaxtacan bütün futbol ictimaiyyəti, futbol bilənlərin hamısı Qarabağdan çox şey gözləyir ki, ancaq elə Qarabağ düşsün qruplara. Ona görə də bu bizim o biri klublara da aiddir. Ona görə də istəyir Zirəsi, istəyir Sabahı, istəyir Araz Naxçıvanı. Biz ancaq onu arzu edə bilərik ki, qrupa düşsünlər, reytinqdə
səviyyəmizi biraz da yuxarı qaldıraq. Uğurlar arzuləyə bilərik. Araz Naxçıvan debyutant olaraq səncə Bir Araz zərfləri Naxçıvan verəcəkmi? İstəyərdi versə, amma Araz Naxçıvan bu ildə əgər istədiyi nəticəni verməsə, ona görə ki, birinci ilidir. Hətta bu dəfə istər futbol camisi, amma elə də yüklənməyəcək Araz Naxçıvana. Amma bu il Yaxşı təcrübə olacaq. yaxşı təcrübə olacaq ki, gələn il daha da yaxşı olsun. Ona görə də hər bir klubumuza uğurlar arzulayıram. Amma inanıram ki, Qarabağdan Zirə hardasa Sabaha da inamım var ki, düşə bilərlər. Araz Naxçıvana da ki, istəyir o da düşsün. Amma ki, yenə dediyim kimi, düşsə də düşməsə də təcrübə olacaq. Ona görə də rahat çıxsınlar oyunlarını oynasınlar. Mahir Şükurovun heç vaxt unutmayacağı və unutmayacağı Avrokubok oyunu. APL-lə oyun. Ona görə ki, Bakıdakı yoxsa oradakı? Bakıdakı oyunda qol vurmuşdun. 1-1. Vurmuşdum, amma ən çətin oyunumuz orada oldu həqiqətən. 3-1-də orada aşağısı bir 2-3 minə yaxında erməni də var idi. 25 min azarkeş vardı. Mən həqiqətən də heç yadımdan çıxartmışdım ki, elə bir çılğın azarkeşləri vardı ki, 90 dəqiqə bu azarkeşlər dayanmadı. Erməni pərəst idilər. Erməni bayrağı. idi. Oyun qurtardı, biz yarım saat stadionun içində qalmışıq, çıxa bilmirdik. Bizə gəldilər ki, oturun burada, qalın burada, çıxmayın. Stadionun içində razılar ki, getməmişik. Yarım saat orada qalandan sonra getdik. Həmən oyun düzdür, biz də yaxşı oynadıq. Mən deyim ki, biz həmən oyunu 100% udacaqdıq. Xeyr. Sadəcə epizodları dəyərləndir. Bəli, epizodları dəyərləndirir. Həm də onlar da bizə saymamaz yanaşdılar. Ciddiyə qəbul eləmədi. Dedilər ki, orada bir-bir eləmişik, burada biz onları rahat udacağıq. Amma belə oldu ki, momentlərimiz Vobay bəlkə də o kraydan bəlkə də bir 50 dənə udar vursa yerdə heç gedib girməz Ruslan. Ona qol idi. Hə, o sən ona qədər ki, hər şeyin öz vaxtı, zamanı, şansı var da. Vurdu oradan top belə getdik, qapdı, getdik. Quşqaş nominasiyasına bəlkə də düşər də. Hə, indi o 2 dənəni demirəm, amma Qol idi. hə, 2 dənəni demirəm, amma o qol həqiqətən də da yenə dediyim kimi demirəm təsadüfən oldu. Sadəcə olaraq Allah da istədi həmən günü. Elədir. Həm də onların bizə qarşı biraz saymamazlığı oldu. Ciddi yanaşmadılar. Biz də həmən oyuna ciddi çıxmışdıq. Axırıncı şansımız idi. İstəyirdik ki, həm özümüz, həm xalqımızı Bir sözlə hər şey bizim üçün hesablanmış. Həmən günə hər şey Həmin gün hər şey bizim üçün bizim üçün hazırlamışdı. Ona görə də qismət oldu elə düşdük qruplara. Azərbaycanda 2 dəfə tarix yazdı. Təəssüflər olsun ki, o bəhbəhlə ağız dolusu danışdığımız o sonuncu dövrün iştirakçısı olmusan və üstündən neçə il keçib? Ən azı bir 13 il keçib. 13 il keçib. 13 il keçib üstündən. 13 ildir keçib. 13 ildə Neftçi komandası hələ də bizdən sonra qruplara düşməyib. Qruplara qoyaq qırağa. Heç Avrokuboklara heç gedə bilmir. Düşə bilmirik. Ona görə də mən sözün açığı düzdür, Neftçi klubu neçə futbolçunu çıxardıb, yerinə indi yeni futbolçular gətirəcəklər. İndi üzümüzə gələn çempionatda elə bilinmir. Bəlkə o da ağır olacaq. Ona görə ki, müdafiə dəyişib təmiz. Bəli, müdafiə dəyişir. Məsələn, Toz bu illər düşmədi, üzümüzə gələndə məcburdur ki, düşməlidir. Bu dəfə şans deyirlər ki, birinci ilə bildik ki, komandanı toparlayırsınız, yığılışırsınız. İkinci il biz sizdə nəticə istəyirik. Buradan indi Araz Naxçıvan oturmayacaq. Sabahın özü. Sabah mən Sabahın Qarabağın oyunda gözləyirdim ki, istəyirdim, mən bilirdim ki, nəsə Sabah Qarabağı həmən oyunda udacaq. Nəyə görə? Ona görə ki, Sabaha bu qədər maliyyə yatırmışdılar. Boşa getməməli idi. Boşa getməməli idi. Ona görə burada iki mənalı bir fikir var. Boşa getməməlinin altında nələr yatır? İndi boşa getməmə mənasını mən dedim, indi onu futbol mütəxəssisləri bilənlər bilir nə demək istəyirəm. Ona görə də Sabah komandası məcbur idi ki, götürsün. Bu məşqçi təyinatlarından da bir-iki cümlə, fikir səsləndirə bilərsən. Məsələn, Kəpəzə yenidən Adil Şükürov qayıtdı. Sumqayıtın özünün yaşadığın şəhərin komandasında yenə də dəyişiklik. Vaqif Cavadova güvənmədilər. Halbuki güvənməli idilər. Biz dəfələrlə demişdik. Mən düşünürəm ki, Kəbəz komandası səhv yanlış addım atdı. Adil Şükürov var. Bəli. Ona görə ki, Adil Şükürov orada işləmişdi, 6 aydan sonra çıxmışdı. Bu komandanın əgər düşünürsən ki, yenə eyni aqibətlə üzləşəcək. Eyni aqibətlə üzləşəcək də. Bilirsiniz demək istəyirəm sənə. O qədər güclü məşqçilərimiz var ki, məsələn, Tərlan Əhmədov belə götürəndə
qıraqda qalan Yaxşı, məşqçilərimizdən. Tərlan Əhmədov günü bu gün niyə Azərbaycan futbolundan kənardadır? Tərlan Əhmədov əgər qıraqda qalıbsa, birinci səhvi özündə axtarmalıdır. Ya indi futbolçularla davranışında ola bilər səhv qərar verir, ya rəhbərliklə işləyəndə səhv qərar verir. Ona görə də indi mən Tərlan həqiqətən də məşqçi kimi biz də işləmişik də oyuna. Tələbkar məşqçidir. Prosta sadəcə olaraq mən düşünürəm ki, Tərlan Xarakterində. yox, biz necədir? Hər bir Tərlan Əhmədov da elə bil ki, dostumuzdur, indi qardaşımız, amma sözün düzünü demək lazımdır. Biraz lider futbolçularla elə bir işləməyində biraz problem yaradır özündə. Əgər o futbolda da komandanda sənin lider futbolçular olmasa, hamısı gənc olsa, sənin işin də ağır gedəcək. Elədir. Ona görə ki, hər bir lider futbolçu ilə Yəni o yükü məsuliyyəti üzərinə götürə biləcək ən azı 2-3 nəfər olmalıdır. Bəli, ona görə də o lider futbolçularla yola getmək lazımdır. Əgər mən bu günləri Ruslanı oynatmıramsa, lider futbolçudur. Mən oyla ən azından çağıraram otağıma. Deyərəm ki, Ruslan, orada 4 ay, 5 ay kontraktın qalıb. Mən cavana şans verəcəm. Gəl otur mənim yanımda, mənə kömək elə. Amma mən cavan futbolçunun içində mən Ruslan da sezonun axırıdır da. Futbolçu həyat karyerasını qutaracaqdır da. 1 illik kontrakt bağlayıb. 5 ay gedib, 5 ay qalıb. Mən durub o Ruslanın da cavan uşaqların içində qışqırsam, ona eləsəm, bu da deyəcək, mənim 5 ayın qalıb. Nə deyirsən? Başım belə də olasan, elə də olasan. Problem də ondan qaynaqlanır. Söhbət də ondan qaynaqlanır. Ona görə də hər bir futbolçu ilə ona görə deyirəm, məşqçi işləmək, elə hamı deyir ki, mən məşqçi işləmək çox çətindir. Psixoloq olmalıdır, eyni zamanda. 25 dənə futbolçu ilə, hər bir futbolçu ilə danışıq qabiliyyəti verilməlidir. Mən məsələn Ruslanla danışsam, Ruslan mənə cavab qaytarmaz. Məsələn, qışqırsam, Mahirə səhv, məsələn, tonumu qaldırsam, Mahir mənə cavab qaytara bilər. Ondan da betər qaytar. Bəli, amma bunlarla hərəsinin öz şeyi var da, danışıq qabiliyyəti var. Ona görə də bu 25 futbolçunun elə bir danışmasına psixoloji güclü olmalıdır ki, bunların hamısını stabilni nəzarətdə saxlayasan. Elədir. Ona görə çətindir. Ona görə də elə yerindən dura mən məşqçi olacam, mən elə edəcəm. Məsələn, Azər Bağırovun özü Gəncə gələndən Gəncə komandasında normaldır komanda. Bizi ayaqda saxladı. Ayaqda saxladı. Mən inanıram ki, mən Adil Şurovu elə də güclü məşqçi saymıram. Ondan güclü məşqçilərimiz var. Ona görə də o məşqçiləri məncə Gəncəli işləsə yaxşıdır. Vidadi Rızayevin özü, Yunisin özü, məsələn, Mehmanın özü, Mahmud Qurbanovun özü, Gəncəlinin dilini Gəncəli bilər. Yoxsa Gəncəli orada işləməsə, xeyri yoxdur. Gələcək 6 ay, 5 ay işləyəcək, çıxaracaqlar. Ona görə də mənim öz fikrimdir. Ona görə də Təşəkkür edirik bu səmimi və maraqlı yanaşmağına görə, fikirlərinə görə. Təşəkkür edirik Mahir sənə. Sonda Qulaq asır sonda. imkan verəcəksən qutara, sağlaşaq. O bir dənə kişi olur. Artıq sən kimlə söhbət edirəm, deyirəm sənə. O bir dənə kişi var, yadındadır. İndi bir sən olsun. Salmısan Kim dilimi. görür oralardan bir bak. Fio. Görün orada Fio. Ağzınızda ve danıştığımız anında. Bakmamışsın. Fio'ya. Çıkmıyor Ama kaldı. ümumiyyətlə var sosial. Sonra bakarsın. Var sosial. TikTokda var. Takda var. Neyse bir bir tane şey olur. Orası Şaxta Baba olur. Kəndə gəlir nəsə padarkaların zadını paylayır. Hamı bütün kənddə uşaqlar, nə bilim, arvadlar, kişilər hamı padarkasını paylayandan sonra elə bir axşama qalası olur. Baxır görür qalmağa yeri yoxdur. Gəlir axırıncı qapını döyəndə bir dənə elə bir dul qadının ev qapısını döyür. Qayıdır ki, bəs mən gəlmişəm, padarkaları payladım, qalmağa yerim yoxdur. Bəs bir gecəlik mənə bir dənə yer verərsən, dul qadın qayıdır ki, ay Şaxta Baba, mən də elə dul qadınam, elə bir otaqlı cəmi deyir, evim var. Elə bizə dənə də deyir kravatımız var. Elə uzanarsan deyir kravatda elə bir yerdə yatarıq. Araya da deyir bir dənə deyir yastlıq qoyarıq. Gecə deyir yatanda arada deyir istəsən yaşlığı da deyir aşa bilərsən bu tərəfə. Nəsə Şaxta Baba yorğun olur, nağarır. Yaşıl işıqlı da olur. Normal təklif elə bir şey eləmir, elə dalını çevirir yatır. Neyse yatır səhər dururlar. Durandan sonra yenə Şaxta Baba paltarın zadını geyinir, qırmızı zad, əlinə o çamağın belə. Qarlı dağlar açmışam. Belə deyən kimi oradan arvad qayıdı bir bax. Köpək oğlu. Gecə bir dənə deyir yastığı aşa bilmədin. Sən deyir qarlı dağlar aşa deyir həkimə gəlirsən.
Yəni bir də sən nə yazırsan? Hatırlarız. Çok arkadaş vardı o. Hardan tapırsan var ya? Hemen böyle adıma düşün. Karlı dağlara. Yerleyen şimdi de ne sakır bu. Ne sabah. Hem de o günü bir de video sıktı. Kabağıma teze. Taksidir qaqaş Yango. Klient aparmış. Qaqaşın qarnı ağrıyıb, maşına batırıb. Bir qabağa var. Ana, mən də gördüm o şeydə 100% o yəqin oturub maşına, ya maşın xoşuna gəldi. Yenə ağladım ya. Bəs gözümdən yaş gəlir. Bir de hasta var. İş başlayandan da gözündən yaş gəlir. Abi də o şu bir dənə uşaq olur, başı yeç olur, çox yeç olur. O şu bunlar otururlar ailəvi yeyirlər, içirlər. Atası durur bir dənə bunun başına qapazı və getdi. O Var yox mu? Ha, ikinci gün gəlir, yerdə otururlar, yeyirlər. O şu ailəvi yerdə də, əgər arad. O şu yerdə otururlar, o şu kişi duranda ayağa yerdə bunun başına bir dənə caran uşaq şey bezir də belə. Axırda keçib 300 lira da vursa soruşacam nə oldu. O şu kişi 300 lira dur, necə qabası qoyacaq kişi. Uşağın başı zıngıldayır da belə. Deyir o ata deyir, bu nədir deyirsən, mənə deyir, hər dəfə yeməkdən sonra deyir, başıma vursan gül ki günə qoymusan. Başı görmədim. Oldu bir şey. Genelde da ya. Genelde da. Gülüşüm. Abi mən bu verilişi işləmək üçün bir həftə vaxt lazım deyil mənə. Davay. Bunlar eləməliyəm mən ya, Allah haqqı. Mahir çox sağ ol. Çox sağ ol, Təşəkkürlər. Allah razı olsun. Hər şey ürəyincə olsun. Azərbaycan futboluna yenə də xeyir vermək istəyirsən, faydalı olmaq istəyirsən, tək hər şey ürəyincə olsun və arzuladığın, istədiyin vəzifədə sənə görə yaxın gələcək. İnşallah Allahın izni. Sizin də verişə uğurlar arzulayıram. Həqiqətən də maraqlı oldu, dedik, güldük. İndi biz burada indi Ruslan qardaşım anekdot danışır, mən də danışıram, indi hamımız danışırıq, futboldan danışırıq. Bizim format biraz fərqlidir. Bu indi o demək deyil ki, məsələn biz oynadığımız dövrdə futbolu bardaq eləmişik. Xeyr, sadəcə olaraq o gülməli əhvalatlardan danışırıq ki, istər-istəməz biz də gülə eşidənlər də. Eynimiz açılsın. Nə qədər yəni o məğlubiyyətlərə, o yenilgilərə, o uğursuzluqlara nə qədər baxaq, ağlayaq. Yəni ağlamalıdır futbolumuz, amma yəni satiramız, yumorumuz, tənqidimiz də olmalıdır yerində. Ona görə də bu veriliş biraz gülmək üzərində qurulur ki, insanlara biz pozitiv Fərqlidir amma sən sözünə qüvvət. Yəni hamı belə futbol haqqında danışar, nə bilim Respublika çempionatından, Avropa futbolundan danışırlar, transferlərdən. Yəni bizim format elədir ki, tam elə bil məhəllədə oturmusan və yaxud da nə hazırsa kafedə oturmusan, Xırdalan 0 hansı. Və bizi izləyənlər də özlərini bizdən biri kimi. Elə bil ki, bizim yanımızda oturursa, ona görə sevilir yəni bizim. Səmimiyyət var. Amma ciddiyyət öz yerindədir. Elədir. Həyat tərzimiz hamı bizi tanıyır, şükür Allaha, yəni bilirlər necə insanıq. Sadəcə olaraq bizim işimizə, onsuz da ilin günün bu vaxtında o qədər problemlərimiz var, o qədər lazım olmayan şeylərə başımız qarışır, nerv stres keçirdirik ki, heç olmazsa bu 1 saat yanımız gedən verilişimizə kimsə baxıb bir balaca üzündə gülümsəməyi əgər yarada biliriksə, niyə də olmasın, niyə də bunun qabağını Xırdalan 0-0-dan üçün tura baxışa baxın, təşəkkür edirik. İzləyin, bu verilişi izləyin. Hamınıza təşəkkür edirik. Sağ olun, salamat qalın. Görüşərik. Növbəti həftə yenə də qarşınızda olmaq ümidi ilə. Əlviderçi. Əlviderçi.